Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 367. bölümün Allah'ın lütf ve kerəmi başlayıram. Beləsi görünür ki, yəni indi biz cələsə hesabı qoysaq, bir il ikinci gündür. Yəni 361 il 366 gündür və bu 367-ci cələsə olanda olur bir il bir gündür ki, biz bu haqda çalışırıq. Əgər hər cələsəni üst-üstə 2 saat qoysaq, neçə saat buradan biz bu haqda danışmışıq? 366, yəni qurtardığımız bəhs hesab olur. Bunu 2-yə çarpsaq 732 saat oxumuşuq bu kitablardan. Mən fikir edirəm ki, bu qədər də kitab, yəni 730-dan da bəlkə çox kitaba baxmışıq. Bəzi kitablar təkrar olubdur. Yəni içində bəlkə bir 20-30 kitabı ikinci dəfə, üçüncü dəfə də görə bilərik deyə düşünürəm. Amma hər halda kitabdırlar. Yəni bir dəfə də oxusaq, 2 dəfə də oxusaq bu kitabları tanıtdırmışıq. Deyək bunların içinə 30-un çıxsaq 700 kitab bu zamanda ən azı tanımışıq ki, bizim atalarımız Türk dünyasında yaradıblar və çox dərin iz buraxıblar. Mən bugün yuxudan durar-durmaz bir alimin adını eşitdim. Hocazadə Əfəndi. Ki bu mərhum Allah rəhmət eləsin Sultan Fatih Məhəmməd zamanında fəlsəfə üzərə çalışıb və kitab yazıb zahirən. Sanki mən çalışacaqdım ki, proqrama gəlmədən o kitabı bir axtarım, görüm ki, bir yerdə var ya yox. Amma indi burada yazaq görək ki, əcəba Sultan, mən bunu şey edeyim. Əcəba Sultan Fatih çağında yaşayan Hocazadə Əfəndi adlı filsufun kitabların mənim üçün bulabilirmisin? Görək ki, Hocazadə Əfəndi haqqında bir deyir ki, Sultan Məhəmməd Fatih dövrünün böyük alimləri və filsufları haqqında araşdırma apardığımda Hocazadə, coca yazmışam mən bunu ona görə. Hocazadə, parantez arasında yazaq. Xacəzadə Əfəndi. Ola bilər ki, belə olsun. Amma biz bunu Hocazadə yazaq. Görək ki, belə bir şəxsi, tapdı. Sultan Məhəmməd Fatih dövrünün böyük alimi və filsufu Hocazadə Müslihiddin Müstəfa Əfəndi haqqında maraqlanmağınız çox yerindədir. O dövrün ən parlaq zehnilərindən biri idi və böyük bir elmi miras qoyub getmişdir. Hocazadənin ən önəmli əsərləri əsasən fəlsəfə, kəlam və məntiq sahələrindədir. Onun tanınmış kitablarını belə sıralaya bilərik. Təhafütül fəlasəfə. Bu, onun ən məşhur əsəridir. Sultan Məhəmməd Fatihin istəyi ilə Qəzzali və İbn Rüşdün təhafütləri arasında bir hökm vermək üçün yazılmışdır. Nə gözəl. Xacəzadə bu əsərdə fəlsəfi məsələləri dərindən təhlil edərək Qəzzalinin görüşlərinə daha yaxın bir mövqeyə sərgiləmişdir. Haşiyə əla
şərhi muvafiq. Bu bir dənə kitabdır. Haşiyə yaz bir ayrı kitaba. Seyyid Şərif Curcani'nin Şərhi Əl-Müvafiq əsərinə yazdığı bu haşiyə kəlam elmi sahəsində Osmanlı mədrəsələrində uzun müddət dərs kitabı kimi istifadə olunmuşdur. Haşiyə əla şərhi haşiyətun əla şərhil hidayət. Bu da Müəyyidzadənin şərhinə yazılan bu əsər daha çox məntiq və təbiat məsələlərini ihatə edir. Şərhi Təcridül Kəlam. Bu da bir kitabda mən Xacə Nəsiruddin Tusinin məşhur təcridinə edilən şərhlərə yazdığı təliqat və haşiyələrdən ibarətdir. Bu kitabları necə tapa bilərsiniz? Digital kitabxanalar, Türkiyənin yazma əsərlər qurumu, Əlyazma Əsərlər Qurumu veb-sayti və ya İslam Araşdırmalar Mərkəzi kitabxanasında bu əsərlərin həm əlyazma nüsxələri, həm də günümüzdə çap olunmuş, təhqiq edilmiş nüsxələri mövcuddur. Akademik nəşrlər, xüsusən Təhafütül Fəlasifə əsəri türk dilinə və ərəbcəyə dəfələrlə çevirib və tənqimi mətni nəşr olub. Xocazadənin dili ağır və istilahla zəngin olduğundan onun əsərləri klasik Osmanlı fəlsəfi təfəkkürünü anlamaq üçün əsas mənbələrdən sayılır. Bu əsərlərin hansı birinin mühtəviyyatı və ya əlyazma nüsxələri barədə daha dəqiq məlumat istəyirsiniz, kömək edə bilərəm. Tamam, bu qalsın, bunlar sonra buna baxarıq. Gedək görək bu günləri o kitablardan yenə sonra axtarıb taparıq. Mənə çox önəmlidir. Gedək görək ki, bunlar nədir burada gəliblər, mən bunları bilmirəm də. Gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır, onları oxuyaq və onlarla biraz tanış olaq. Cəlibdir, bu kitablar ki, sonra indirmişəm, bunların bir çoxu elə bir təkrar olubdur. Yəni, Pəndirami Türki İlahi Məcmuə dedik ki, bir şeir kitabına bənzətdik. Bəngübadəni dünən gördük. İndi bu günləri Yeni Dünya Tarixi, bunu görmüşük. Adı mənə tanışdır. Amma birdən nə deyirlər? Baxaq görək ki, odur ya yox. Mənim nəzərimə ki, o olacaq. Eyni əgər şey olsa, daxı bu Fransada saxlanır. Bu kitab nəqqaşısı yadıma gəlmir, amma bura yadıma gəlir. Tarix Yeni Dünya. Bəli, həman kitab olacaq. Bismillahirrahmanirrahim ilə başlayıbdır. Kitabın içində çox su gedibdir, çürüyübdir. Burada birinci səhifədə çürümaqları görürük. Hər tərəfində, yəni bu birinci, ikinci səhifələrdə bunları görürük. Bəlkə əvvəlindən biraz oxusaq, xatırıma gəlsə ki, bunu görmüşük yox. Amma fikrim görmüşük. Bu üçüncü dəfə nəzərimə gəlir ki, Nəsir Tusi təzkirə demişdir. Fikirəm ki, bu Nəsiruddin Tusinin də şeyini yazır, amma Yeni Dünya adında kitab görmüşdük. Ehtimalən müqayisə üçün də bunları baxmaq gərəkirmiş. Tarix Yeni Dünya. Yəni Yeni Dünya tarixi. 1800 ehtimalən 83-də bu kitabxanaya gedibdir ya da alıblar. Bismillahirrahmanirrahim. Rəbbi təmmim bil xeyr. Ey sepehri afərideyi əncüm. Nüh fələki müdrik tünə mərdum köşdə əz to. Ehtimalən bu ey sepehri afərideyi əncüm. Nuh fələk müdrik mədrəki to, nə fələk mədrəki to, nə mərdum gəşdi əz to. Bədid hər dو cəhan, باز hər dو cəhan به کار تو کم. زهی قادر خلاق و حکیم علی الاطلاق ki çar əzdad ənasuri. Əvvəlin farsça yazmışmış bir cümlə. İkinci cümlədən
başladı Türkçə. Zehi qadir xəllaq و حکیم علی الاطلاق که 4 ازداد عناصری 2 حرف ilə və ترکیب və nə qəbab əflaki nə deməkdir? Bi imad sütun 6 روزə tərtib eyləmiş riyazi qədr səfhi aftab bir gül tərhandır. Nədir bu? Silinib burada bir kəlmə. Mah-ı münirün nilufər kitabi gərdunda məstur olan şəkl hilal hər ayinə ki mənzuri kəmali qudrətində dallı ixtilafat fusul hər babidə nəhayət hikmətinə məhəll istidlalıdır. Zehnimə gəlmədi. Mən əgər bunu tarixi yeni dünya yazsam görürüm ki, işte burada yazdım əlbəttə. Tarix yeni dünya gərək zahir mənim pərvəndələrimdə axtarıydı, amma nədən isə olardı. Yox. Mən özüm bilirəm ki, bu mənim kitabımda ən azından 2 dənə var. Ən azından, amma nədən isə burada göstərmədi bunu. Burada, fəqət burada deyir vardı, bu kitabın içində var. Ki, bunu öncə açmışdıq. Bəlkə bu fərqli bir kitabdır. Baxaq, yəni baxaq görək ki, nə görürük, yəni. Bu kitabın indiki belə oldu. Bunu kiçildək və baxaq görək ki, bu nə cür cildin görmürük. Bu kitab belə baxırıq, görürük ki, kitab çürüyübdür. İçinə su keçibdir. Şirazə tərəfindən harda yapışıq olacaq, yapışdırğan olacaq, sirişom olacaq da onları görürük və ehtimalən cırılıb da onu biraz görürük, amma yaxşı görsənmir. O birisi səhifələr də bu cürdür. Kitabın dövrəsində heç bir çərçivəzat yoxdur. Xətlər, sətirlər aralıqları azdır, kəlmələr bir-birinə yaxındır. Bəzi kəlmələrin üstündə hərəkələr var, bəzi kəlmələrdə çox az kəlmədə hərəkələr ya standart vardır. Bəlkə də onlar hərəkə deyirlər. Mən məsələn həmzəni görürəm, ona görə beləsi düşündüm. Bəzi ikinci səhifədən bəzi cümlələrin ya hər halda virgül yerinə virgül qoyubdur. Bəzi kəlməni də qırmızı yazıbdır. Bu bəzi kəlmələrin də başı üstündə xət çəkibdir. Çox bir şey. Kitabın adı Tarixi Yeni Dünya və PDF-də 137 səhifə görsənir. Və PDF-də də hər səhifə bir səhifədir. Yəni kitabın 2 səhifəsini qoymayıb. Belə bir səhifəsini qoyubdur. Bu da beləsi görsənir. Sətirlərin əvvəli və sonu eynidir. Burada PDF-də 13-cü səhifəyə yetişərkən Nəsiruddin Tusinin adı gəlir. Onun üstündə bir qab qoyulubdur. Orada bir nəqqaşı çəkiləcəkmiş və bunun dövrəsinə bir 2 cizgi ilə, 2 xətt ilə çərçivə çəkiblər. Amma kitab ehtimalən yarımçılıq qalıbdır. Çünki bu gözəllikdə yazılmış kitabın dövrəsinə çərçivə çəkəcəkmişlər. Orada fəqət bir nümunə olaraq çəkilibdir. Ondan sonra yoxdur. Və 20-ci səhifədə də aşağıda boş yer görürük. Qıraqda 3 yerdə əslində yazı üçün boş yer qoyublar. Burada da bir 21-ci səhifədə də bir yazı görürük. Aşağıda yenə çərçivədir, 2 cizgi ilə və diqqətlə də çəkilməyibdir. Bunu da deyim ki, fərqli
yəni bunu mühəndis çəkməyib əslində, çünki bu iradlıdır hər tərəfdə. İstəyib bir yerdə məsələn mürəbbə olubdu, bir yerdə mürəbbə olubdu, bir yerdə nə bilim dairə istəyiblər eləyələr, bir yerdə də hələsi bir cür, yəni təəssüflə beləsi bir şeydir, amma içi boş qalıbdı. İçində 2 sətr yazıblar, sonra qalanı boş qalıbdı. Burada bir nəqqaşı olacaqmış, o da gedibdi. Ədədi şəhri dünya, ədədi cibal, uyun, kitab, uyuni kibar. Cəmən bir belədir. Yəni ədədlər yazıblar. Buna ehtimalən mənə belə gəlir ki, bu kitabın əlbəttə zahirən bu kitaba sirişon vurublar, ehtimalən cırılmışmış, nə olmuşmuş, səhifələrin bir çoxunda o sirişon əlaməti görsənir. Kitabın dediyim kimi ən azından 2 tərəfində yer qoyublar, yazı yazılsın. Bəzi kəlmələrin üstündə qırmızı xətlər çəkilir, onları görürük. Yenə də 30-cu səhifə yarımçılıq yazılıbdır, qalanı əcəba nəqqaşı olacaqmış ya nə olacaqmış və ha belə dediyim kimi bunun dövrəsinə cədvəl çəkiləcəkmiş, onlar da çarçıvə çəkiləcəkmiş, onlar da çəkilməyibdir. 51-ci səhifə boş qalıbdır, 3-cü bab başlanır 52-ci səhifədən. Kitabın buradan bu yüzə biraz içinə deyək ki, yemək tökülübdür, əldən yadzaddan yağ dağıbdır, damıbdır, onu deyə bilirik. PDF-də 55-ci səhifə ehtimalən yenə buna yemək tökülübdür, siliblər, bahis olub ki, rəhlər qatışıb bir-birinə. Çox gözəl bir xətt ilə yazılıbdır. Bu xətt əla bir xəttidir. Bir yerdə biraz yekə yazıldı, yəni amma aynı xətt ilə yazıldı. Yenə 79-cu səhifədə də yenə bir şey tökülübdür. Bir şeylə, yəni kitabın üstünə bir su ya yemək tökülübdür. Belə siliblər. O da bahis olub ki, rəngi kağızın, yəni cövhərin rəngi yaxçı keyfiyyəti yoxdur, yaxçı tutarlığı yoxdur. Onun üçün də rahatca bu rəhlər qatışır. Çox rahatca qatışıbdır. İndi bir dana səhifəyə yetişdik, 84-cü səhifəyə. Bu səhifə o kitabla fərqlidir bu məncə. O tarixi Yeni Dünya ki oxumuşduq, ondan bu fərqli gəlir mənə. Bunun 84-cü səhifəsində yenə bir çarçıvə görürük. Səhifənin yarısı yazıdır, yarısından aşağı bir nəqqaşidir çəkiblər. Ehtimalən hər halda nəqqaşidir ya miniatura yaxın, karikatura yaxın hətta. Çox cəlib bir nəqqaşidir. Davam edirik kitabımızı, görək ki, bu 99-cu səhifədə yenə də bir səhifəyə yetişirik ki, 4 tərəfin yəni yazı olacaq idi məsələn. Onun 4 tərəfinə çarçıvə çəkiblər 2 xətt ilə və biraz o birisi çarçıvələrdən diqqətli çəkiblər, amma əyrilik görsənir. Burada bilmirəm kitab su geçib əyridir, yoxsa elə mən əyri görürəm. Amma içi nəqqaşidir, başdan ayağa nəqqaşidir. Məsələn, bir böyük çay gedir, bir quruluq və üstü, məsələn, aşağıda, məncə bu cəhənnəmi behişli istir şey eləsin. Aşağıda quruluqdur, hətta qırmızı rəngindən çəkildiyi üçün ola bilər cəhənnəmdir. Ortada sudur, bir sudur və ondan üstə bir laləzarlıqdır, ondan da üstə bir ağaçlardır. İndi yekə meyvələri var, nədir? Olar, bilmirəm. Davam edirik bu kitabı, görək ki, nə cür olacaq və hangi tarixdə yazılıbdır. Kitabın sonlarına yaxınlaşırıq. Bəzi yerdə xətlər dediyim kimi, hətta məsələn şeylər də, yazı da biraz dəyişir. Hardan bu dəyişibdir? Mən mütəvəccüh olmamışam. Nəzərimə burada yazı dəyişir. Əl yazı burada dəyişir. Əllər dəyişibdir. Yenə kitabın sonunda 122-ci səhifədə çoxlu burada kirli vardı. İndi bu kir nədən tökülüb, nə mənə səbəb olub buna, onu da bilmirəm. Amma hər halda çox. Kitab yenə vəsətdə bir neçə səhifə ayrı əl ilə yazılmışdı. Biraz o qələmin o gözəllik deyim də, bir növ
xoş görüntüsü, gözəllik deməyim. Xoş görüntüsü biraz yoğur oldu. Biraz ortada bir neçə səhvə yoxdur. Yenə də Tazaşdan qeyddə aynı əvvəlki xəttlərə və o xəttinə davam edir. Kitabın sonun gəldik, yetişdik. Cildin görürük. Burada cildin qırağını da görürük. Mən bu Şirazənin təlisini görürük. Təlisini nə cür tikmişmişlər. Yəni kitab ehtimalən qırağı irad görübdür ki, biz təlisi görürük. Normalda bu təlis görünməz. Təlis cildin, Şirazənin o kağızları tikərlər bir-birinə, ora yapışar, onun üstündən gün ya hər nə ki olur, o cildə yapışıq gələr. Biz burada indi o Şirazəni görürük. Mən Şirazənin gəldik aşağı Türk 521-ci nömrə ilə bunu gətirdi. Burada kitabın cildinin 2 bölümünü görürük. Əvvəldə görməmişdik, ehtimalən əvvəldə yox imiş. Ehtimalən bilmirəm. Yəni birinci bölümü sağ tərəfdən oxuruq, o yoxdur. Sol tərəfdəki cild qalır və onun üstündəki ağzı çift kimi gəlir, bağlanır. Ora görünür. İndi burada biz görürük ki, o bağlanan yerin Şirazə kimisi göndü və qalır. Amma o birisi tərəfinci təlisdir. O bunu göstərir ki, ora cırılıbdır. Eyni halda kitabın üzündə Osmanlı dövründə su üzündə çəkilən nəqqaşiləri görürük. Kitabın cildin içində görürük burada ki, içi bir sarıya mail noxudu deyərdik buna. Noxudu bir kağızdır, yapışırıbdır ehtimalən buna. Bunu görürük və səhifədə axırda bir 2 səhifə boşdur. Amma kitabın bunu mən istəyirəm ki, bu səhifəni oxuyaq. Çünki bu səhifədə tarix yazılıb ehtimalən 1078 yazılıbdır. Kitabın əvvəl adını yazaq. Ad, tarix, dünya. Bu görək burada nə yazıbdır. Ən son səhifənin hamısını oxuyuram. Yarım səhifədə əlbəttə. Aşağıda da möhrü görürük. Bir tac var ortasında. Onu görürük. Dər dərəcəyi vahidi indəl mühdəsin 9 fərsəx fi fərsəx naqisdir. Zira 50 mil ilə ehtimalən 2 olacaqdır. 52 mil ilə sülsi mil 3 üzərinə qismətdə çıxan bu miqdarıdır. Bu təhqiqat sahibi həməl ya həma, hangisi oxunacaqdır? İsmini İsmailün həma bu təhqiqat sahib həma İsmailün təqvimil büldanində məzkurudur. Ərzi dərəcat-ı üstürlabiyə ilə məsahət etmişdir və məhəldə olan məsahət ərz məfadir axəri ilədir ki, səmən ən qərib ətəz zikridir və bu ataz zikridir, yəni zikri gələcəkdir. Bu kitabda əlbəttə yox, ehtimalən orada gələcəkdir ya harda. Və bu məqamıdır istirabiliyeyi kütübi və 5-dən ғرض mütaliə edən əhl-i təqvim qəflətlə və təhiyyə düşmənlərində ehtiraz üçün 60 dərəcə və hər dərəcə 25 fərsəxdir. Və hər fərsəx 3 milidir və hər mil 4000 ziradır ki, xütve-i cəməl ilə 1333 xütvədir və hər zira 24 bir müqəddər və hər bərmək
və hər bərmək 6 ərpə qədərdir və hər arpa 6. Burada xülasəsini fikirlərim yazıb ki, indi kiçildir o şeyləri. 6 qıl qədərdir və bu zira mühəndisin və hesab məhzərlərində məmun xəlifə təqdir etdiyi yekəbin təvil. Yenə beyn təvil və müxtəsərdir. Zira buxar və zirai haşimiyyədən əksikdir. Pəs bu təqdircə qutb cünubi ilə qutb şimalinin beyni 9000 fərsəx olur. Allahu Teala ələm. Min məalimil mənaziril əvalim. Kitab yazanın adını yazmayıb, amma tarixi imzalayıbdır. Tarixi yazsaq, əcəba bu əsli tarixdir, yoxsa əsli yazıcı deyil, bu əl yazmadır, amma tarix 1078 Hicriyə qəməri. Neçə il bundan qabaq olar? Burada bir hesablayaq. 1447-ci il yox, bundan çıxsaq 1078-i. Bu kitab üst-üstə 369 il öncə yazılmış. Əlbəttə istəsək görək ki, biz bunu öncədən bu haqda bu kitabı oxumuşuq ya yox, bir işlə görə bilirik. Burada indi deyək ki, geçmiş aydat geçmiş bəhslərimizdə neçə cələsə tarix yengi dünya kitabına baxmışıq. Görək ki, bunu xatırlayıb bizə gətirsə yaxşı olar. Bizim keçmiş danışıqlarımızda sizin əlinizdə olan manuskriptlərdən və tarixə dair qaynaqlar üzərində çoxlu bəhslərimiz olub. Ancaq Tarixi Yengi Dünya kitabı üzərində hələ müəyyən bir cələsə və ya geniş bir analiz aparmamışıq. Tamam, bu zehnində yoxdursa, bu əsər ki, ümumiyyətlə Tarixi Hindi-Qərbi adı ilə də tanınır, Osmanlı dövründə Amerika qardaşının kəşfi və yeni dünya haqqında yazılan ilk mühüm qaynaqlardan biridir. Əgər bu kitabın əlyazma nüsxəsi və ya müşəxəs bir bölümü üzərində işləmək istəyirsiniz, mən hazıram ki, kitabın dili və paragrafi filan bəhman bunlardan keçəkdir. Hər halda bu ehtimalən soruşmamışıq, amma mən bilirəm ki, belə bir kitab oxumuşuq. Bu xatırıma gəlir. Gedək ki, kitabın əvvəlindən görək ki, bu Fransada dedik saxlanır. Biz burada gördük, axırda tarix yazıbdır kitabın. Ehtimalən bir şey olar, amma əvvəlindən biraz oxumalıyıq, görək bu kitab hangi tarixdə yazılıbdır. Bir də baxaq, əvvəldən nəzməcən gəlmişdik, yəni nəzmdən gedək ki, Bismillahirrahmanirrahim. Əcəba bunu mən əvvəldən oxuyayım, yoxsa elə burada nəzmidən oxuyaq. An sani-i ki, an sün-i fələk çəndin hezar surət nəqş nigar yaft. An sani-i ki, sün-i fələk çəndin hezar surət nəqş nigar yaft. یک قطره از بهار عطایش سحاب برد یک شمه از شمایم لطفش بهار یافت. Və mən nəzərimə bura tanış gəldi mənə. Dediyim ki, bu şeirlər mənə tanış gəldi və durud bi hesab Həzrət Risalət intisabın ruhi pürfütuhinə və əsl vasil ola ki, əsbab çərxi anın yüzü suginə dönmüşdür. Və nə deyəcəyik? Əsbab çərx anın yüzü suginə dönmüşdür və xilət lulakə anın
qədrinə göqdə enmişdir, göqdən enmişdir. Xəttinə tanış olmaq lazımdır əlyazma ilə. Məsələn, bu nun oxuduğumuz göqdən bir dənə T-yi tənis deyirlər ərəbcə. Yəni bir dənə H-dir, üstündə 2 dənə nöqtə ya bir dənə nöqtə beləsi görsənir. Onun üçün, yəni dal, əgər bunu göqdə oxusaq, dal böyük bir R kimi yazılıbdır. Gəlib yapışıb bir dənə H-yə, namənin axırında yazılan H-yə yapışıbdır. Üstündə bir dənə nöqtə vardır. Oradan amma cümlənin sayağına baxanda görürük ki, bu o cür bir şey olacaq. Şəm-i cəm-i əflac çırağını anın mişkat zəmirinin zəmirindən yanar, zəmirindən yanar. Ehtimalən beləsi oxunmaq gərəkir. Yaqar, yaxar, yaxmaq, yəni yandırmaq. Çırağı yandırır da. Şəm-i cəm-i əflac çırağını anın mişkat zəmirindən ya da zəmirin lən yaqar. Mən beləsi burada qarışıq görsənir, ona görə oxuya bilmirəm. O xətt ilə tanış olmaq lazımdır. Və çeşmi-i sübh sadiq tinət paki isməsindən agar və çeşmi-i sübh sadiq tinət paki ismindən ehtimalən, yəni agar kəlmi-i aftab məsdər nur cəbinindən müştəq və bədr münir əmrinə imtisal یک işarətlə 2 şaq olmuşdur. Likatibil huruf həzaran afərin ol zat pakə qədəm. Ehtimalən buradan şeirdir. ehtimal verirəm ki, buradan şeir olacaqdır. Həzaran afərin o zat pakə qədəm bastı çıxıb fوقی səmakə. Onun üçün qədri alidir fələkdən nəla gər sayəsi düşməz səxakə. Və bər ali əshabu ala vel ahbab və bər ali əshabu el-ahbab ki şairi mahir onların sədədi bəyan məfaxirində demişdir. Nə deyibdir şair? Əshab Əhməd kən-nücumu vəsfihim در سما فخرا به حسن تألف يرحبو به ختم البدیع و عرفه. Burada bir kəlmə yazıb silinibdir, yaxud kitab yəni cırılıbdır. Mən bu kitabı görmüşəm, çünki cırığı da indi gördüm, yadıma düşdü ki, səhifə aşağıdan biraz cırılıb gəlibdir, yapışdıranda ayrı yapışdırıblar. Bəlkə də bu kitab neçə yerdə bildirsə ola bilər, amma görə bilirəm indi ki, odur. İnadi və həqqün fil həva misk və fi باعث تصویر صحایف اوراق و بادی ترتیب وظایف اطباق budur ki, بر مقتضای نص شریفی سعادت نمون هل يستوي الذين يعلمون والذين لا يعلمون عهد بعید و امر بدید ki روزگارın دست گهرنده امان و پنجه پشکنجesinde hali bir zaman buldukça نقد ömr سرمایی صحتی متاع علوم و معارف فنون لطایفه خرج edib خزانی عقل و دریچه ذهن حساسده نفایس معانی درج ederdim و در اسنای این اوقات این فی خلق السماوات والارض و اختلاف اللیل و النهار لآیات نداسی سماخی جانه گذر و صدای خوش نواسی دلشیدای اثر edib سور اجرام عالیات و وجوه تفاصیل کائنات عین ان اعتبار چشم
اعتبار چشم و تأمل اختیاری ile نظر eyledim. پس جا خمسی متحرنون پس جا خمسی متحرنون حرکات سکناتنده حیران و دمبسته و نباتی و بناتی نعشون نقشی ادراچنده نقشini idraçidə aciz və dilşikəstə qalmaq aman qalıb nüqudi kəvakib cüdey və cədyu hamli mizan əqli ilə vəzn edərdim və cülbətçi şəms məhəc etibar çalardım və cah sükuni نبات و اکتاب و سرعتی حرکات مناطق ظاهری مقتضای عقله مطابق görünmədikcə həll işgalidə çuşiş və dəf şübhə və اوهامیdə سعی و ورزنش qılardım. Vərziş indi olub ehtimalən vərzəniş qılardım. و بالجمله bu بارجاه الهی و چارجاه سنء نامتناهی ده اولقدر دقایق اسرار و حقایق اوضاع و اطوار مشاهده ایدردم ki بنان بیان عد و احساسنده قاصر و لسان قلم تقریر و istisqasında aciz ve mütehayyirdir ve cah olurdu ki مرئی عقل تیار ünsür nar üskütüs. Burası biraz mənə həmişə çətin oldu. Bu kəlmələr ki latindən gəlibdi. Üskütüs. Belə indi nə deməli? Anın təhqiqi acaba bu üskütüs nə deməkdir? Bunu bir baxım. Çünki çox yerdə bu təkrar olubdu. Bəzi kitablarda üskütüs. Acaba beləsi yazılmışdı, o yazılışına bir də baxım. Yox, Esquts. Görək buna nə deyir? Esquts. Nə mənə? Kəlmə-i Yunani dilindən götürülmüş bir istilahdır və kök etibarilə ünsür, əsl və təməl daşı mənası verir. Bu üç mənada dirişlənir. Ünsür, əsl, təməl daş. Klasik fəlsəfə, tibb və kimya bəhslərində bu kəlmə çox örtülü və dərin mənalarda işlənir. Tamam, bunu da şey eləməyək. Qədim 4 üstüqüs beləsi oxuyaq da, indi biz bilmirəm nə tür oxunacaqdır. Qədim fəlsəfə təbiət elminə görə kainatın və maddi varlıqların təməlini təşkil edən 4 əsli ünsür vardır ki, bunlara üstüqüssat deyirlər. Amma nədən isə bu qələt yazıbdır. Mən də qələt yazdım. Bu elə üstüqüssat. Mən beləsi eşitmişdim. O cür də yazmışdım, amma indi burada onu düzəltdi. Yəni orada qələt yazıbdır. O da mənə tay çətindir bu kəlməni işlətmək, işlədib də hər halda. Od, hava, su, torpaq, hər halda buradan keçək. Bunu çox istəmirdim bilək, fəqət o üstüqüs nə deməkdir, onu istirdim ki, imlasında qələt yazıbdır. Yəni onu üstüqüs gərək olaydı. Nar-ı üstüqüs anın, o 4 dana ünsürdən nar, od. Anın təhqiqi həvasında neçə ruzigar təxəllüf edib, bəd az an bəsiti xaç, 4-ünün də adını gətirdi. Əqli təyyar, ünsür nar, üstüqüs anın təhqiqi həvasında neçə ruzigar, cində havadandır, təxəllüf edib, bəd az an bəsiti xaç, oldu 3 və mərkəz əflakə nazil və heyəti ərz و معرفت و طول و
ərz simətinə mail olurdu. Burada havanı, suyu desə də mən baş tapmamışam. Yəni üçün dedi, amma suyu demədi. Beyt. به چشم عقل اقالیم سبع گنج زر است، چون هیچ در نگری اژدهایی 7 سر است. Muhtezasınca, yani bu şeiri deyir. Bunun muhtezasınca alem ve könü fesadi misal bugalemun ve rengarenk ve cunacun müşahede edip آمد و رفتinde teammül ve bu kelami pur enzamiyle temessül ederdim. Beyt. Felekün nakşine ey xace nezer kılmazsın. Çarxı atlas ne kumaş ettücünü bilmezsin. Nacah elsini naside mezkur ve beynül enam ma'ruf ve meşhur oldu ki hala bu alem cedid zahir ve bedid bahir oldu ki saati əknafında rüb'i məskûnə muadil və baxın rüb'i məskûnə muadil bu aləm cədid zahir və bədid bahir oldu ki saati əknafında rüb'i məskûnə muadil və kisrət-i sükkanində qutr-i mə'murə qalib dədilsə. Burada indi deyir ki, sakinləri orada azdır, onu istəyir. Və kisrət-i sükkanində qutr-i mə'murə qalib dəcilsə, bari mümasildir. Ey ilə hazəl an bu diyardə ana bir fərd erimiş dəcül və ismu rəsmində fil cümlə xəbər vermiş dəcül. Pəs likulli cədidin ləzzətün fəhvasınca hər bir taza bir şeyin ləzzəti var. Onu istəyir. Pəs likulli cədidin ləzzətün fəhvasınca dili məyyal yəni çox meyl eləyən ürək. Dili məyyal misal ab ol suya aqdi və kəşdi xatir ol bəhrdə ləngər bıraqdi və bu karın anahlərindən bu karın anahillərindən ehtimalən beləsi olacaq. Anahil nə deməkdir bilmirəm. Əhl adamlarından ehtimalən anahillərindən fil cümlə istiğbar olduğunda umuri qəribə və əhval əcibə istima eylədilər ki Həzrət Həkimi Xəllaqun kəmal qüdrətini və ayat hikmətini təsdiq edib sahi semahətinin kəmal səəsi ifadə və müstəmi'an səm'i ibrətün imanini ziyadə eylər. Məzalik zira Gallini yazıldı. Gallini kütübi akdemin. Gallin yani az. Galilden yazıldı ihtimalen bu keliməni. Gallini kütübi akdemin onların şərhi beyanini kafi dəcül və əimməyi təvarixin yedi tuğlaləri onun daməni irfaninə vasil dəcül. Pəs əzin səbəb daiyi sə'i tələb yevmən fəyevmən murad məzdad olub. Məzdad ziyad sözündən düzəlib ehtimal verirəm. Məzid sözü ərəbcədən məziddən gəlir. Məzdad olub. Məzan-ı mə'hudə. Məzan da zənnidəndir. Zənni, güman. Məzan-ı mə'hudəsində istiqza və istiğnad olduğunda istiqza yəni müqtəzi olanda, münasib olanda, doğru zaman olanda istiğna yəni bir şeydən doymaq, qəni olmaq,
o mühit olduğunda, istiğna olduğunda اخبار مزبوره‌ای مشتمل و روایات مسفوره‌ای محتوی و متکفل بعضی کتب محدثه و خرایط مستحدثه جمع olunub بعد tercüme ve tefsir ala tariq icmal tahrir ve tasdir olundu. Lakin emr mezburun kemal irfan ve idrak izani bazı gevaid heyet ve mesail hikmete mübteni olmağın ve tahvin و tefhim için bir qəç məsələ-i mühimmə təqdim olunub bəhs-i mü'təbərat ائمه سقائدdə بعضی فواید لطایف و خراید معارف سلک تحریر و رشته جمع تصدیره نظم olundu. بعد ذالک مقصود اصلیه دخول و ساحه مراده وصول میسر olub. بالاخره البته بالاخره جریده پرعبری کتبی معتبر üci bab üzere 3 olacaq elə 3 bab üzərə mürəttəb və mənzum və hadisi nunami ilə müsəmma nunam yeni ad yəni və hadisi nunami ilə müsəmma və məsmum oldu. وقتا ki bu hədiqi ənifə əcayib və riyazi purxiyazı خیازی غرایب اظهار بدایع صنایع مبدع مقال و صانع پر کمالی ilə bu vəci üzərə سرافراز و زلال سلسال سلسبیل مثال روایات تازه ilə مملو و ممتاز oldu. دلی ناکام bu اقدام و خاطر و فاطر bu düştüci riyazi mezburun sahi simasini nehal فرخنده فال نامی سلطان کامیاب جوانبخت و پادشاه کیوان جانب آسمان تخت فرمان فرمای سلطان سلاطین عالی مقدار شاهنشاه دین پرور و دیندار بلانشین خلافت کبرا و وارث نهایت سلطنت عظما سلیمان zaman Həzrət Əbülfət Sultan Murad ibn Səlim xan. Baxın bu tarix çox gözəl yazıbdır. Sağ. İndi burada deyir ki Həzrət Əbülfət Sultan Murad ibn Sultan Səlim xan. Davamını oxuyaq, bir də buradan oxuyaq, gələk. Deyir ki, Fərxunde Fal nami Sultan Kamyab Cavanbəxti Sultan Kamyab جوانبخت و پادشاه کیوان جانب آسمان تخت فرمان فرمای سلطان سلاطین عالی مقدار شاهنشاه دین پروره و دیندار بلانشین خلافت کبرا وارث نهایت سلطنت عظما سلیمان زمان حضرت ابوالفتح سلطان مراد ابن سلطان سلیمان خان ایل آرایش ادب رشک گلزار جنان و مطبوعی اهل دلان انسجان اده جانیده کلام مستطاب در جناب کلام مستطاب در ستایش از لسان sahib kitab. Kitabın özü bu şeiri yazıbdır. Görək bu şahın haqqında nə yazır? Əlbəttə sonra müraciə edərək görür ki, bu yazdığı tarix, yəni Sultan Səlim, Sultan Murad, Sultan Səlimin oğlu. Ehtimalən bu Osmanlının 4-cü şahı olacaqdır. Ehtimalən. Amma baxaq görək. Beyt. Zehi dövlət ki vermiş anə bari, müsəxxər eyləmiş dünyada vari, sərasər qəbzəsində rüb-i məskun, əli altında xatəm gibi gərdun,
tutubdur kows ادلی طمطراقی خراسانی صفاهانی عراقی عروشب سیتی جوش آسمان آفتابه سالبدر ولوله بونه قبایه فلک جویا که bir zerrin otağı قمو بزمنده yanır bir çırağı ilahi dövlətini daim eylə səriri məədələtdə qaim eylə edib sərgəşləri fərmanınə ram edib sərkeşləri fərmanınə ram xəlayiq dövlətində bulsun aram rızayı haqqı hər dəm talib olsun ədui çiynəcuyə qalib olsun kəsib ergini تیغ بیدریغی hilal asa asılsın erşe tiği hilal asa asılsın erşe tiği duası erişib her ehli halün yetişsin himmeti her dem ricalun çırağı izzeti tabende olsun nehal devleti payende olsun olup sersebz ümidi şakhsari yetişsin her nefes bir bin Bərcübari bab əvvəl demədi. Yəni burada əlbəttə bir ayrı bir şey yazır. Qıraqda görüm ki, bu ona dəxli var ya yox. Çünki buradan getdi bab əvvələ bir baxın, biraz əvvəldən bir sətr oxuyaq, görək şey nə deyir. Bab əvvəl Ərbab-ı heyət və əshab-ı ilm hikmət müttəfiqlərdir ki, biiznillah əl-məlik əl-qadiri. Burada taza bir şey görürəm. Bu çox mənə cəlibdir. Buna diqqət eləməmişdim indiyəcən. Bu neçə, yəni o şeirləri oxuyandan sonra və o sətirlərə diqqət eləyəndə buna görə ki, sətrin axırı boş qalmasın adcaca, kəlmələr uzatmır. Buna görə ki, sətrin axırı boş qalmasın. O birisi kəlmə ki, o birisi sətirdə gələcək. Onun əvvəli hər nədirsə yazır. Sonra o birisi sətirdə o hərfi ki, burada yazmış, onu yenə də yazaraq kəlməni yazır. Məsələn, burada deyir ki, payəndə. Şeiri ki, oxuduq, dedi ki, nəhali dövləti payəndə olsun. Pa burada yazıbdır. Yenə sətrin əvvəlində payəndəni kamil yazıb. Yəni, bu cür olmuyor ki, naqis yazır. Bəzi kitablarda bu naqis olur. Yəni, payı burada yazır, yəndəni orada yazır. Biraz zətin olur oxuması. Amma burada payəndə də oxumaq olar. Yəni, beləsi oxumaq olar. Amma adam bilir ki, bu teacher olubdur. Məsələn, burada bin bərcübari liqa, məsələn burada yazıbdır, bunu oxuyanda gördüm ki, ora diqqət eləməliyəm. Biiznillahil məlikül əlqa, yenə bu tərəfdə yazıb əlqadir. Oradan bilinir ki, bu kəlmələrin sözündə bu yazmışdır. Pəs buradan oxu, bab-ı əvvəl ərbab-ı heyət və əshab-ı ilmi hikmət müttəfiqlərdir ki, biiznillahil məlikül qadir cəm'i əcram əflak ənasir olaraq kələm misal bir-birinin dövründə hali kürrat ədidədir. Kələm misal, birisi kələm yarpaqlardır da, bir-birinin içində kələmlər. Kələm misal, çox gözəl misal vurubdur. Mən soğan misal vurmuşam çox yerdə, amma bu kələm misal işlədir. Çox gözəldir. Hərəkəti də göstərir. Kələmdə bir hərəkət var. Soğanda hərəkət yoxdur. Elə bir dənə dairədir, bir-birinin içində məhbusdurlar. Bu amma bir-birinin içində keçəlirlər. Kələm, gözəl misal vurubdur. Əflak ənasir ouraq kələm misal bir-birinin dövründə hali kürrat ədidədir ki, kübrası suğrasını məhdud və cəmi cəhatdə mumas müntəbiq olub cümləsi kürri vahidi şiklə girmişdir. Şiklinə girmişdir. Və bu cəmi əcrat, aliyat və ənasır səlfiyatın çaq vəsətində bir cüz və mütevəhhim vardır ki, mərkəz aləm və ziri payi cəmi üməmdir. Və səmavatın kübra və uzma və əşhəri və əqdəmi fələki ətləsdir ki, lisan-ı şəriətdə ana ərş dərlər. Diqqət buyurun, çox gözəl sözlər deyir burada. Fərqli sözlər deyir. Mən buracan
bu şəkildə görməmişdim. Gedim qırağı oxuyum, əgər halımız, hövsələmiz olsa davam edərik. Həm sadə yazılıbdır, yəni çox dərk eləməyə və idraki rahatdır. Həm də ki, yazısı çox gözəldir. Bəzi kəlmələrdə müşkül tapıram oxumağında, amma üst-üstə deyək ki, 99 kəlmə, hər 100 kəlmədən 99-unu oxuya bilirəm. Yəni bəlkə bir kəlmədə zorluq çəkirəm, cümlənin o üz bu üz eləməyindən tapıram nədir əlbəttə onu da, amma çox gözəl və sadə dillə böyük bir şeylər yazıbdır. Məsələn, mən ciddi deyirəm, bunları heç bir yerdə oxumamışdım ki, qədim məsələn belə düşürlər və o Qurandakı bir ayə gəlib ki, ərş-i əla, o ərş-i əladan görün nə gözəl tərif verir. Deyir ki, qoyun bu qırağı oxuyayım gəlin. Həzrət Adəm əleyhissalam bu dar-i qurura gəlib qədəm basdıqdan sonra divanə dila böyle əmr-i qərib və əcib sudur və zuhur etmiş dəcüldür. Zira kitab burada cırılıbdır, qırağı burada çürüyübdür, ona görə bu gələn cümlələr naqis qalır və hətta kəsiləndə də naqis kəsilibdir. Ehtimalən bilmirəm, bu kəsilibdir, nə olubdur? Burada yazılar naqis qalıblar. Hər halda beləsi qoyaq qalsın, bu şaha bağlılığı yox idi. Mən bunu, o ərş məsələsini bir də oxuyayım, burası çox mühüm idi. Dedi ki, buranı bir də oxuyayım, deyir ki, kələm misal bir-birinin dövründə hali kürrat ədidədir ki, kübrası suğrasını məhdud və cəmi cəhatidə mumas, hər tərəfdən onlar bir-birinə mumas, müntəbiq olub, cümləsi kürri-i vahidə şəklin girmişdir. Şəklinə girmişdir. Hamısı deyir bir kürədir. Yəni məcmui bu səmavat, 7 səmavat ki, Quranda gəlibdir və indi ki deyirlər kainat, bu kainatın hamısı deyir bir kürə şəklindədir. Şəklə girmişdir və bu cəmi əcraat, aliyat və ənasuri süfliyatın çaq o vəsətində çaq o, məsələn bu çaqdır, indi burada əcəba çavəndir, nədir bunu oxuya bilmirəm, mən çaq oxuram. Çaq vəsətində bir cüz və mütəvəhhim vardır ki, mərkəz aləm və zir pay cəmi üməmdir və səmavatun sufla, yəni torpaq olan yerlərdə ənasır suflanın çaq vəsətində bir cüz və mütəvəhhim vardır ki, mərkəz aləm və zir pay cəmi üməmdir. Yeri deyir, bu yeri deyir ki, bu onların o torpaqlar, suflalar ya səyyarələri, bunları sitarələri, zatları deyir. Onların, yəni onlar ki, maddidirlər, onları deyir məncə. Bunların mərkəzi aləmi, bu da ki, üməm, yəni bu torpaq ki, biz varıq onun üstündə, onu deyir. Və səmavatın kübra və uzma və əşəri, əqdəmi, fələk-i ətləsdür. Bir dənə ayrı bir fələkdən danışır. Fələk nədir, fələk-i ətləs nədir? Bunu da əlbəttə soruşa bilirik ki, bizə desin fələk-i ətləs sin anlamı nədir? Fələk-i ətləs klasik heyət numudarşinasi qədim və fəzaşinasi qədimi bölməsində çox önəmli bir məfhumudur. Bu kəlmə 2 bölümdən təşkil olub. Fələk, qədim astronomi və coğrafiya elmlərinə görə kainat iç-içə getmiş şaşlardan, kürələrdən yəni, iç-içə ibarət idi. Hər gözlə görünən gök cismi bir fələkin içində yerləşirdi. Göydə hər nəşi görürük, onlar özü deyir bir fələkin içindədir. Ətləs. Bu kəlmə lüğətdə düz, saf və nəqşsiz mənalarına gəlir. Ətləs. Əlbəttə biz bilirik ki, nəqşə ətləs ki deyirlər, düzdür. Elə bir kağız üstündə düz ona ətləs deyirlər. Həttəmən onun düz olduğu üçün. Fələk ətləsin dəqiq mənası. Qədim Yunan və İslam filosoflarına Bətləmüs sistemi əlbəttə görə
kainat 9 təbəqədən ya da 9 fələkdən ibarət idi. Fələk-i Ətləs bunların ən üstündə yerləşən 9-cu fələkdir. Buna bir ehtimalən bunlar indi Kəhkəşan deyilir. Ehtimal verirəm. Buna bir neçə başqa ad da verilib. Fələkül Əflac yəni bütün fələklərin fələki. O bütün kainatı əhatə edən ən böyük kürədir. Məhəddidil cəhat yəni cəhətləri bəlli edən. Fələk-i bistarə bu fələkin Ətləs adlanmasının təməl səbəbi budur ki, onun üzərində heç bir ulduz yoxdur. Ətləs parçası kimi düz və nəqşsiz təsəvvür edilirdi. Tamam, buradan o yüzəsini də oxumuram, gedir ayrı toziklərə. Biz elə istiyoruz bu fələkül nəmənə o nədir? Bir də oxusaq burada. Və səmavatun kübra uzma və əşhər əqdəmi fələk ətləsdür ki, lisan şəriətdə. Yəni bu mollalar dedikləri şəriət onlardan ibarətdir. Yəni o işlər ki, bizə deyirlər yapın ya yapmayın. Bu işi gör, bu işi görmə. Ona şəriət deyirlər. Şəriət, lisan şəriətdə ana ərş dərlər. O şey ki, Quranda ərş kəlməsi gəlir. Bu fələk ətləs adı. Bu birinci dəfədir bunu eşidirik biz. Yəni mən bunu birinci dəfədə eşidirəm ki, İslamda belə bir düşüncə varmış. O ərş ki, Həzrət Peyğəmbər gedib ora Allahın yaxınlığına, ora o ərş fələk ətləsdir. Ki deyir burada nə mənədir? Səmavatun, kəhkəşanların, kübra və uzma və əşhəri və əqdəmi fələk ətləsdir ki, lisan şəriətdə ana ərş dərlər. Nucum və kəvakibdə məqərri müərra yəni çox işıq fikrin bu anlamda və nüquşidən mücərrəd və kəhkəşanidə mübərra olub. Mücəddədi cəhatu müəyyəni əzman oqatidəm sair əflaki qəbzəyi hükümət və dəsti məknət alıb 24 saatdə bir kərə cəmi-i kəvakib nəyyirat-u səvabit səyyarat ilə şərqidən qərbə dövr etdirir. Pəs daima tulu'i qurub ki leyl-u nəhar روز روشن و شب تاریده واقع olur anın hərəkətinə mənut və mərbutudur. La ilahə illə huvə Rabbül ərşil əzim və onun təhdində vaqe olan cürm-iəsiru fələk-i kəbir fələk-ül burucudur. Lisan-ı şəridə ana kürsi dərlər. Bu da yine Quranda Allahın kürsisi şeydədir. Onu deyir ki, fələk-i kəbir fələk-ül burucudur. Lisan-ı şəridə ana kürsi dərlər. Kəvakib-i sabitlə məhəlli və müzəyyən və təsavir buruc-i isna əşər ilə müləvvəndür. Fələk-i məzbur ana mütəəxxirin qətində 60.000 yılda bir hərəkət edər və cirmində məzkur olan səvabitlə qərbidən şərqə gedər. Vüs'i kürsiyyə vəsəyə kürsiyюhus semavat vəl ardı və la yuədduhu hifzəhuma və huvəl əziyyül əlim. Tamam. Kitabı gördük. Yazısı çox gözəlcə bir türkçə yazılıbdır. Amma gedək görək bu kitab hangi sağda yazılıbdır. Yəni bu adam axirdə bir tarix verdi bizə. Dedi bu kitab 369 il bundan qabaq 1078-ci ildə yazılıb, nüsxələnib. Amma burada bizə deyir ki, bu kitab üstdə dedi ki, Səltənət Uzma Süleyman zaman Həzrət Əbülfət Sultan Murad ibn Sultan Səlim xan ilə arayiş edib rəşk gözar cinan və mətbui əhli dilan insücan edə kəlam müstədab der sitayişət cenab az lisan sahib kitab. Kitabı yazan
Bunu deyibdir. Tamam, biz indi görək ki, bu Sultan Murad ibn Sultan Səlim xan kimdir? Sultan Murad ibn Sultan Səlim xan Osmanlı tarixində 3-cü Murad olaraq tanınır. Mən iştibah demişəm əvvəldə. Dedim ki, bu 3-cü, 4-cü şah olacaq. Bu zahirən çox 12-ci Osmanlı padişahıdır. Sultan Murad ibn Sultan Səlim xan Osmanlı tarixində 3-cü Murad olaraq tanınır. O 12-ci Osmanlı padişahı idi və məşhur Sultan Səlim Sani Səlim xan ilə Nurbanu Sultanın oğludur. Bu sultanın dövrü 1574 qəməri miladi, 1574 miladi ilə 1595 miladi arasında həm siyasi, həm də elmi baxımdan çox maraqlı xüsusiyyətlərə malikdir. Bunu mən oxuyayım, amma sonra bunlardan soruşacağım ki, bunu mənə tarixləri Hicri ilə yazar mısın? Tamam, bunları yazmağa məşğul olsun. Biz gedək üstdən bunu oxuyaq. Osmanlı göy elmi və Təqtiyüddin kimdir görək? Sizin fəzaşinasi və fələk ətləs haqqındakı sorularınızla bağlı olaraq bu sözün ən təməlli, ən önəmli hadisəsi İstanbul Rəsədxanəsinin qurulmasıdır. Sultan Muradın əmri ilə məşhur aləmi Təqtiyüddin qələt yazıbdır. Latincəsi çox yazıb. Təqiyyüddin. Burada təqtəi yazıbdır. Ona görə mən bunu bir dana dəstəli tə qoyub. Təqdən sonra bir dana dəstəli tə qoyubdur. O halda ki, Təqiyyüddin olacaqdır. O dövrün ən böyük rəsədxanəsini tikdi. Lakin təəssüf ki, sonradan bəzi təəssüflü baxışlar səbəbi ilə bu rəsədxanə dağıdıldı. Allah Allah. Səfəvilərlə uzun savaşlar. Cücalifdir, bunu da bilək. Onun dövründə, yəni bu 3-cü Səlimin dövründə, 3-cü Muradın dövründə Səfəvi dövləti ilə uzun müddətli savaşlar baş verdi. Fərhad Paşa müqaviləsi ilə Osmanlı dövləti şərqidə də ən geniş sərhədlərinə çatdı və Azərbaycanın böyük bir hissəsi o dövrdə Osmanlı nizarətinə keçdi. Elmi və ədəbi şəxsiyyəti. Sultan Murad özü də bir sənətkar və şair idi. Muradi təxəllüs ilə həm türkcə, həm də farsca və ərəbcə şeirlər yazırdı. 3 dildə adam şeir yazırmış. Onun təsəvvüfə və fəlsəfəyə böyük marağı var idi. Sizin araşdırmalarınızla əlaqəsi. Əgər siz əlyazmayla manuskript məşğul olursunuzsa, Sultan Murad dövrü Osmanlı xətt və miniatür sənətinin ən parlaq dövrlərindən biridir. Xüsusən onun oğlunun adına yazılan məşhur Süvərnamə Hümayun ya Süvərnami Hümayun kimi əsərlər bu dövrün məhsuludur. Mühüm bir nöqtə. Sizin keçmişdə baxdığınız manuskriptlərin içində bu sultanın adı Vaqif edən və ya Sultan ibn Sultan unvanı ilə keçir. Sual soruşur yəni. Keçir. Çünki o öz dövründə bir çox kitabxana və elmi mərkəzi himayə etmişdir. Mən bunu görmədim, Vaqif adında keçsin. Tarixə gələndə deyir, Sultan Murad ibn Sultan Səlim xan 3-cü Murad dövrü təxti culusu olacaq, cunus yazıbdır. Sultan Muradın Calibdir, bu adamın doğum tarixini yazmayıbdır. Allah Allah. Təxt culusu 8 Ramazani
982 Hicri. Vəfatı isə 5-i Cəmadül əvvəli 1003 Hicri. İndi bu kitabın əsli tarixi çıxır. Bunun zamanında kitab yazılmışsa və hətta 1003-də ki şah ölübdür, o ildə belə kitab qurtarmış olursa, bu kitabın ömrü 400 ilə yaxın olar. Yəni 447 il, 45 il olsun belə yəni. Yəni 445 il bu kitabın ömrü olar. İndi bunu da biz burada əlavə edəlim ki, çox önəmlidir. Kitab bu sultanın həyatı çağında yazılmış isə ən azından 445 il öncə yazılmışdır. Onda kim bunu nüsxəliyibdir? Bunu axtaraq görək bunu kim nüsxəliyibdir. Kitabın adı nə idi? Bir də bunu buradan Tarix Yenci Dünya. Tarix Yenci Dünya adlı əlyazmanı yazmanı ki üçüncü Sultan Murad çağında yazılmış amma ən son səhifədə 1079 əgər səhv eləmirsə 1078 səhifədə tarixi 1078 yazılmışdır. Bu kitabı kim yazıb? Bir. Bu kitabı kim yazıb? 2. Bu nəssah və xəttat kimdir? Görək ki, bu iki sualımıza cavab verə bilir ya nə deyir? Bu çox maraqlı və önəmli bir nüsxədir. Sizin qeyd etdiyiniz tarixlər arasındakı fərq əslində Osmanlı kitabət tarixində tez-tez rast gəlinən bir vəziyyətdir. Bu barədə dəqiq məlumatlar belə təqdim edirəm. Bu kitabı kim yazıb? Müəllif. Tarix Yenci Dünya və ya məşhur adı ilə Tarixi Hind-Qərbi əsərinin müəllifi Məhəmməd ibn Əmir Həsən Əl-Məsudi və ya qıssaca Məsudi adı ilə adlı bir alimdir. Bəs bunun yazarını yazaq burada biz. Yazar Məhəmməd ibn Əmir Həsən Əl-Məsudi. Tamam. O bu əsəri 991 Hicri ilində Sultan Murad Xan ibn Səlim Xana təqdim etmişdir. Bəs kitabın yazılması indi biraz da getdi dalıya. Oldu. Cimnaya görə bu kitab 991 Hicridə Sultan Murad Xan Həzrətlərinə təqdim olmuş.
Ondan dolayı indi burada yazaq ki, burada kitabın ömrü 10 ildə gəlsə üstünə, yəni desək ki, indi burada 9 il. 9 ildə gəlsə üstünə 445 yazmışdıq. Onlar 455 il. 455 il öncə o olur. Tamam. Bu əsər 991 Hicri ilində Sultan Murad Xan ibn Sultan Səlim Xan həzrətlərinə, Allah rəhmət eləsin hər ikisinə, təqdim etmişdir. Allah yazana da rəhmət eləsin. Allah bu xəttata da rəhmət eləsin ki, bizə bu əsəri saxlayıblar. Kitabın əsas mənbələri İspanyol səyyahlarının və tarixçilərinin əsərləri idi ki, Məsudi onları ilk dəfə Osmanlı türkçəsinə çevirib və öz təhlilləri ilə zənginləşdirmişdir. Nəssaq və Xəttat kimdir? 1078-ci il Hicri nüsxəsi. Sizin əlinizdəki nüsxənin sonunda 1078 yazılmışsa, Hicri tarixi yazılıbsa, bu o deməkdir ki, sizin nüsxəniz Sultan 4-cü Məhəmməd dövründə köçürülüb, istinsaq olub. Yəni, müəllifin vəfatından təxminən 80-90 il sonra təkrar yazılıb. Bu nüsxənin xəttatının kim olduğunu bilmək üçün nüsxənin sonundakı Təmmətil Kitab-ı Unlar Məkil Vəhhab ilə başlanan kolofon hissəsinə baxmalıyıq. Ümumiyyətlə, xəttat öz adını belə cümlələr ilə yazar. Belə bir şey yazmır. Ehtimal olunan vəziyyət. 1078 Hicri ilində bu kitabın bir neçə mühüm nüsxəsi təkrar yazılmışdır. Əgər xəttatın adı təsrih olunmamışsa, o dövrün məşhur müstənsixlərindən biri ola bilir. Tamam, bu dərdə dəyməz, dahi bilmədiyi üçün şey çağırır. Yəni, mən də onları deyə bilərəm. Təəssüflə, buradan biz kitabın yazarı kimdir? Adını görmədik. Yəni, neçə səhifəyi oxumuşuq? 1, 2, 3, az qala 4 səhifə oxumuşuq. Yəni, 2 sətr, 3 sətr də oxusaq, olacaq 4 səhifə bu kitabdan bir şey görmədik. Biraz beləsi bir sürətlə baxım, görüm, acaba burada bir şey görə bilirəm. O istiqısıza ki, orada dedik, onu qələt yazmışdı. Burada aynı qələti yazıbdır. Bu PDF-də 10-cu səhifə görsənir. Görüm, kitabın başına səhifə qoyublar. Yox. 5-ci səhifə. Əlhalda biz yazıda 5-ci səhifəni görürük. Bu 5-ci səhifədə onu qələt yazıb tazaşdan, üstünə qırmızı xət çəkib da nöqtələrin zadını qoymuyor. Görüb ki, qələt yazır, düzün yazıb deyil. İstiqsat. Tamam, indi doğrusu burada gəldi ortaya. Mən biraz sürətlə belə baxıram, görürüm ki, əcəba gözüm burada bir şey görər ya yox. Amma bab-ı əvvələ keçdi, yəni bab-ı əvvələ keçdi, yəni mətləbin içinə girdi, daha özündən bir şey deməyəcək. Bu kitabın sonunu oxumuşduq ki, bir 100-ci səhifə, 50-ci səhifədən biraz oxuyaq, sonra da gedək 100-cü səhifədən və bu kitabı qutaraq. 50-ci səhifəyə baxıram. Görün, burada bir yerdən hardan başlayır. Əgər bir başlayan yer olsa, oradan oxuyaq ki, ortada olmasın, eləyə bilək, düşünək ki, nə deyir. Tamam, 52-ci səhifədə bir səhifə ortalığı boşdur. Bab-ı Sani deyə başlayır. Bab-ı Salis, 3-cü bab. Bab-ı Salis, İbtidai zuhur aləm cədid və qutri əxtarın məzburə nəvahi mərqumənin təhqiq və təhsilində etina edə əqvam bu vəc ilə soğ kəlam və bəst məram eyləmişdir ki, məmali ki Cenevizdən, Ceneviz bugünkü İtaliyada fikircəm olur. Ceneviz, görün bunu yazım. Ceneviz.
Ceneviz İslahi Klasik Osmanlı mətnlərində və tarixi coğrafiya kitablarında, xüsusən sizin baxdığınız Tarix Yeni Dünya kimi əsərlərdə Ceneva şəhrindən olan onlara və ya o cümhuriyyətin təbəəsinlər deyilir. Bu kimdir? Bu məfhumun sizin araşdırdığınız mövzularla böyük bağlılığı var. Tarix Yeni Dünya kitabının əsli qəhrəmanı olan Kristof Kolumb əslində bir Ceneviz idi. Yəni Ceneva şəhrində anadan olub. Kitabda ondan ümumiyyətlə Cenevizli bir mələvan kimi bəhs olunur ki, İspaniya kraliyyətinin himayəsi ilə yeni torpaqları kəşf etməyə getdi. Osmanlı ilə ticari və siyasi əlaqələri. Ceneviz, bunu yazmış ki, haradadır? Cenevizlər orta əsrlər və Osmanlının ilk dövrlərində dəryada ən böyük ticari güclərdən biri idi. Qalata, İstanbulun Qalata bölgəsi uzun müddət bir Ceneviz limanı və ticari mərkəz kimi tanınırdı. Məşhur Qalata borcu da Cenevizlilər tərəfindən tikilmişdir. Tamam, bu yerin demir ki, bu Ceneviz. Ceneviz indi hangi məmləkətdə yerləşib? İtaliyadadır, tamam. Elə bu qədər görər. Məmalik-i Cenevizdən Nərəvi nam Qəridən, Nərəvi nam Qəridən. Nərəvi kəndin adıdır. Qəri Qura, Quradən də oxuya bilirik. Ərəbcə yazılıb, yəni Qəri yazılır. Nərəvi ya Nərvi nam Qəridən bir şəxs zahir olmuşdu ki, naminə Leriştofel və ləqəbinə Qolun dərlər idi. Şəxs məzbur əknafi bərru bəhridə bihəddi seyru səfər edib və bəhri Rum və Şamın asar və əxbarına vaqif olmuşdur və təsvir və xərayiti təhrir və dəfatirdə zuhur və şöhrə bülmüşdür. Bə'd zalik diyar və Hindusunda murur bəhr Həbəşinin səvahil və Cəzayirə ubur qəsdi ilə əqsay məğribə səfər edib xarici sitədən vaqi məhkum Portugal bədfərcam Madre nam bir cəzirədə təvəttün etdi. Nagah ol cəzirəyə bir səfinə düşdü ki, şədaidi afətən almışdı. Şədaidi bəhr afətin almışdı və içində rəisdən maəda 2 şəxs qalmış və səfini məzburə cəzirəyi məsfurəyə daxil olduqda onlar daxi şərab-ı mərci nuş edib ancaq rəis dilər və işqa qaldı. Rəis dilərşə nə mənə? Qaldı. Rəis dilər 5 qaldı ya eş qaldı beləsi. Qaldı və qolun anın halinə dərya misal acıb xanəsinə aldı və ana gərçincə riayət və bir neçə gün ziyafət edib və rəis məzburun həsəb-u hali sərgüzəştindən sual eylədi. Rəis məzbur etdi kəsb و ticarət üçün səvahil məğribə səfər etmişdik və xanəmizdən bu həva ilə getmişdik. Nagah ruzgar müxalif əl olub ənan ixtiyarı aldı və bizi bəhri uqyanusun ləccənə
saldı. Pəs qəzaya rıza verib, neçə müddət ruzigarın önünə düşüb getdik. Sənai səfərdə bi haddi cəzair və səvahil güzər etdik. Axır saidi ruzigar yenə müsait olub səfinəmizi bu tərəfə göndərdi. Amma şədaid bəhr hولناک əksər ərbab kəşdi girdab həlakə göndərdi. Görürsən ki, benim dəxi halım xarab və sədəmat bəhr ilə sinem pur izdirabdır. Vaqia rəis daxi bir iki gün sağ olub getdi. Bir iki gün sağ olub sağaldı yəni. Sağ olub getdi. Amma qıssə-i purhissə gecə getdikcə qolunun canına təsir etdi və durduqca ovham xiyalat başına üşdü və nəvahi məzburəyə vüsul ilə bir nam çıqarmaq havasına düşdü. Əgərçə ol diyarın fəthinə bir vəc məzkur himməti və əziməti çox idi, lakin min bə'di səfinə tərtib edəcək qüdrəti yox idi. Pəs Məlik-i Portuqala ərz hal edib onu tələb eylədi və qəsdi məzburi ələ təfsil. Burada ələ təfsil yaddan çıxıbdır, bir 7 açıbdır. Məzburdan sonra gəlib qıraqda onu yazıbdır, qabağına bir səhih yazıbdır. Və qəsd-i məzburi söylədi və qəsd-i məzburi ələ təfsil söylədi və Məlik-i məzbur qutri məsfurədə cay mə'mur yoxdur və bu qutri məsfurədə cay mə'mur yoxdur və bu kəlam sodayı xam و fikr bi əncamıdır deyə iltifat eyləmədi. Bədəhu İngiltərə əmirinə müraciət edib qəsd məzburdə müavinət tələb eylədi. Ol dəxi kəlamına etimad etməyib rədd ilə cavab və yasilə xitab edildi. Lakin ol məqdur kayini müqtəzasınca qoluna hər ciz futur gəlməyib. Qoluna, həmin adamın adıdır, qolun hər ciz futur gəlməyib, qəsd-i məzburidən dönmədi və məqam-ı səy-ü tələbdən bir dəm inmədi. Axirül əmr İspaniya hakiminə müraciət qəsdi ilə Ərğun nam bəldəyə erdi. Ərğunnam bəldəyə erdi və hakimül vəqt olan Kübər-i Əkbərin divanına girdi və bir neçə vəqə məktub ilə ərz edib muradını söylədi və hakim məzburun qəlbini fil cümlə cəlb eylədi və ol kübrayı bihicab bu vəc ilə cavab verdi ki 800 sənəyə qəribidir ki əhl-i İslam ilə cəngimiz aridir və diyar Əndülüsdə hala onların təht hökumətində ancaq Mədine-i Qərnatə qalmışdır və hala niyyətim budur ki səğir-ü kəbir-ü cəmmi ғəfir ilə o üstünə varıb ani dəxi alam və min bə'd diyar Əndülüsdə hakim müstəqil olub qaləm. Əgər bu xüsusidə bir murad olursam və bu məqsudimə dəst rəs bulursam sənin dəxi muradını görəyəm və hər nə məqsud və murad. Tamam, görürsünüz ki, çox gözəl bir tarixi burada açıqlır və mən sevdim bu kitabı əslində. Çox qolay oxunan bir kitab, çox qolayca yazılan bir kitab. 100-cü səhifəyə bir baxaq. Oradan da əgər olsa əvvəlindən nəqqaşı var bir dənə. Oradan sonra bu nəqqaşı haqqında elə bir şey yazıb. Onu baxaq, görək nə deyir. Məzburədə
1500 ədəd xidmətkar və binəhayət avani سیم و زر var idi və bəldə-i məzburədə bir növ dirəxt var idi, adına noyan dərlər. Sərapa vərəqdür. Başda nəyə yarpaqdır. Bu şeyə deyəcəkdir. Bəlkə bilmirəm. Bəlkə bu bizim şeydə həmişə cavan deyirdilər. Qac. Bizdə bunun adı nə idi? Yadıma gəlmir. Bizim kətlərdə də var idi, amma ardıc. Bizdə ardıc deyərdilər. Əcəba bu ardıcı deyirmi? Onu bilmirəm. Sərdaba vərəqdür. Hər bir vərəqi müdəvvərdir. Müdəvvər dairə bu deyil. Pəs bu deyil. Yəni ardıc deyil. Və böyükləri bir qədəm və böyükləri, yəni böyük yarpaqlar. Böyükləri bir qədəm, bir addım və qalınlığı bir bərmək qədər, bir barmaq qədər də qalınlığıdır yarpağın vardır. Və dirəxt-i məzburun bir hədd xarləri vardır. Bu şey olacaqdır. O şey ki, qaynana dili deyirik. O olacaqdır. Və dirəxt-i məzburun bir hədd xarləri vardır. Şəcər-i məzburun əvraqında bir növ ab istixrac edib içərlər. Həman dediyim olacaqdır. Bəli, qaynana dili olacaqdır. Bunun da çoxlu cürrəsi vardır, meyvələri var. Dragon fruit, əjdaha meyvəsi dediyimiz buradan gəlir. Neçə rəngi var bunun da? Sarısı var, ağı var və qırmızısı var. Mən gördüm. Çöhrəyisi var. Ondan sonra indi bunun adı da yadıma düşmür. Cəlibdir. Çalışıram ki, ağacın öz adı yadıma düşsün. Onun əmrud deyən meyvəsi var ki, mən bunu şeydə də gördüm. Antalyada da gördüm. Antalyada da onu gördüm. Çöldə var və meyvəsi də üstündə var. Bilmirəm, adamlar yeyirdilər, yemirdilər orada Türkiyədə. Amma sonralar gördüm, satırlar. Yəni, mən amma bu meyvəsini də çox sevdim. Çox da yeməlidir mənim nəzərimə. Gözəl bir şeydir. Hər halda deyir ki, böyükləri bir qədəm və qalınlığı bir bərmaq qədər vardır. Və dirəxt-i məzburun bir hədd xarləri vardır. Şəcər-i məzburun əvraqında bir növ ab istixrac edib içərlər və nəfsi şəcərdən bir növ sürxrəng piyə edərlər ki, lövni zəhəbidən racihdir və dirəxt-i məzburun meyvəsinə nütli dərlər. Nütli nə deməkdir bilmirəm. Meyvənin adı deyir, nütli dərlər. Zahir və batini şiklə əncir gibidir. Şiklən əncir kimidir. Şiklən, yəni doğrudan da əncirə bənzir. Yəni bunu deyək ki, lakin bir miqdar tulanidir və meyve-i məzburə əlvan müxtəlifə üzrə sabit olur. Bir qismi zərdə olacaq yetər, zərdalu. Bir qismi zərd olub, qəti ləziz olub, təm'i əmrudə şəbihdir və bir qismi bəyaz olub, qəti ləziz olur, təmi ənəb gibidir və bir qismi sürx-i saf olub, cümlədən əvvəl erişir, lakin ləziz olmaz və əsbabi və vəcidi möhkəm səbğidi edər. Meyve-i məzburənin təb'i barid olub, əyyam-ı haridə istemali qəti nafi'dir. Dirəxt-i məzburi bu şəkildə təsvir etmişlərdir. Tamam, bu belə bir ağac, bu ağac kəsibdir. Əslində belə deyil. Çünki bu əvvəldən axıra dedi yarpaqdır. Yəni onun içində ağac yoxdur. O elə qaynana dili bir-birinə yapışır gedir. Meyvəsi də üstünə çıxır, düz deyir. Yarpaqları da elə oradan yenə yarpaq kimi də çıxır. Hər halda buna bir nəqqaşı çəkmişmiş. Onu oxuduq. Bu qədər bizi buradan görər. Kitabın sonunu da oxumuşduq, amma bir
oxumuşduq. Məncə bu qədər yetişər, çünki bəqiyə hamısını ki orada oxuduq axırda, çoxunu da baş tapmadıq, çünki çox elmi istilahlar işlədik. Görək bu günləri buracan 1 saat yarım olub. Bir dənə də kitab açsaq, mən fikir edirəm ki, zərər eləməruq və pis olmaz. Bunu oxuduq bəs. Yeni dünyanı oxuduq. Töhfə-i Ömriyyə Şeyx İsmail Həqqi Məhəmməd ibn Əli Şəhir Boyaqçızadə. Bu İsmail Həqqi Həzrətlərindən çoxlu kitablar gördük. Kitabxana vəqf eləyibdi. Böyük bir alim imiş. Biz bunu azdan çoxdan tanıdıq. Birinci kitab, ikinci kitabı da. Bu kitaba bir baxaq, görək ki, nədir? Töhfə-i Ömriyyə adı budur. Kitabı bundan izafi kiçikləşmir ki, yerləşsin səhifəyə. Baxırıq, görürük ki, cildin üstündə, cildi göndən imiş, yəni gözəl bir rəngi də var imiş, qırmızı, çox qırmızı, qəhvəyə yaxın. Üstündə Osmanlı dövründə suyun üzündə çəkilən nəqqaşidən görürük. Kitabı açırıq. Biraz Şirazədə adcacan xəsarət görübdür, amma kitab salim görünür. Su gəlibdir başına, onu görürük. Bunun 187 vərəqi var. Olmaz bir belə. Sətri, bu da o deyil. Nədir bu deməkdir, bilmirəm. Burada bir şey yazıb, 187 yazıb, amma burada PDF göstərdi, bu kitab 48 səhifədir. Yəni, desək ki, 96 səhifədir, yaxçıdır. 48 vərəqdir əslində. Hər vərəqdə 2 səhifəsi var da. Kitabın eninin boyu yazıb üstündə 22 santimetr boyu, biraz çox və 10 santimetrdə, 11 santimetr təqribən enidir hər səhifənin. Kitabın ikinci səhifəsinə gedirik. Görürük ki, burada yazıbdır, hər səhifədə 21 sətir var və 45 vərəqi var. Bu nüsxə-i şərifə əsl nüsxədən təhrir olunmuşdur. Bəs əsl nüsxəni bu adam tapıb da hər kəsdir, bunu onun üzündən yazıbdır. Bu gözəldir. Yəni, əsl nüsxədən yazılması çox gözəldir. Vəqəfə fi səbilillah Hafiz Məhəmməd Əfəndi Tekiyi Fənai Əli Əfəndi Xəlifi Səlami Əfəndi Qüddəsi Sirruh. Pəs bir nəfər bunu bu kitabı alıbdır, ehtimalən deyib yazıblar. O özü də vəqf elibdir. Vəqf eləyən kimdir? Hafiz Məhəmməd Əfəndi. Fənai tekiyyəsinə Əli Əfəndi Xəlifi Səlami, Səlami Həzrətlərinin xəlifəsi olan Əli Əfəndiyə bunu veribdir. İndi burada aşağıda möhrü görürük, acaba oxuya bilirik yox. Bir möhür var. Vəqf-i Hafiz Əl-Hac Məhəmməd Vəldi Məhəmməd Oldi, bəlkə Ohədi, Oldi olunur, xızat yoxdur. Məhəmməd, əgər bu vavı he oxusaq, Ohədi oxunar. Ohədi ibni Əhməd Şəkə Əş-Şeyx Fətai Əli Əfəndi. O da Əfəndiymiş, üzr istəyirəm. Və o olacaq Vəqf-i Hafiz Əl-Hac Məhəmməd Əfəndi. Əfəndinin yağı uzun çəkilibdir, vəqfi də orada çəkilmişdir. Bu da hazəl kitab olacaq üstəki odur. İbni Əhməd Şükür Əş-Şeyx Fətali Seyyid Əli Əfəndi Qüddəsə Sirruhu, belə bir şey yazılıb, oxuya bilmədim kamil. Şöylə şərt vəqf eylədim ki, bu kitab Qutbül Arifin Əş-Şeyx Əs-Seyyid Fənai Əli Əfəndi Qüddəsə Sirruh Həzrətlərinin tekiyyəsində kim ki pust nişin olur isə
püstünişin olur ise hafız-i kütüb ola rəhni qoya kəfil mili ilə verilib hacəti tamam olunca ruhumə bir Fatihə şərif oxuya. Allah Teala rəhmət eləsin. Bu adam bir Fatihədən ötürü bir kitab şey eləyibdi. Diqqət buyurun, bu qədər önəmliymiş. Haza kitab-ı Töhfe-i Ömriyə li Şeyx Haqqı. Kitabın adı Töhfe-i Ömriyə lil Şeyx Haqqı. Rəhməhullah. Kitabın əvvəli, kitabı biraz görək ki, bəli, yerləşdiyiniz səhviyyə. Kitabı çox gözəl görürük, çox gözəl qalıbdır üst-üstə. Xətti çox gözəl. Bunu oxuyarıq. Şeir, əvvəl şeir ilə başlayır Bismillahdan sonra. Sonra geçir düz yazıya və düz yazıda bir çox kəlmənin üstündə birinci və ikinci səhifədə qırmızı xətt çəkibdir. Və bu deməkdir ki, bu kəlmələrin dana və danası müsəlmanların düşüncələrinin bir çox yönün anlamaq üçün önəmlidir. Mən fikir edirəm ki, sonra gedəcəkdir, bunları açıqlayacaqdır. Mühərrirə, burada da mühərrir adında bir şey yazıb və hətmən buna baxmalıyıq. Əlbəttə ki, burada görürəm o birisi səhifələr də bu cürdür. Yəni, hər yerdə qırmızı xəttli, tamamən bunlar qırmızı xəttli yazılıb. Yəni, bu deyil. Yenə mühərrirəhu tamamən buracan neçimci səhifəcəlik? 12-ci səhifə. Hər kəlmənin üstünə demək olar ki, xətt çəkibdir. Nədən bu qədər bunlara hər xətt çəkibdir? Hər kəlmənin başı üstə qırmızı xətt çəkibdir. Yəni, burada mən bir kəlmə görmürəm ki, məsələn, burada gördüm bir dana. Nə mənə? Olsa, orada, oranın üstünə xətt çəkməyib. Bulundi, nətəkim, Allahümmə əntə sahibül fi səfəri vəl xəlifətə fi əhli. Ana səs olmaydı. Daldır. Daldırın üstünə səs xətt çəkibdir. Nə demək olar bu qədər tamam kəlmələri, yəni %90'ın üstünə xətt çəkibdir. Burada da tərsə yazı elə bir yazı. Bəli, bir yerdə də bir tərsə yazı yazıbdır. Səfə 25-də şeir yazıbdır. Şeirin birinci beyti deyək ki, 1 beyt, 2 beyt, 3 beyt. 3 beyt, yəni 6 misrəyi düz yazı yazıbdır. Sonra çevirib kitabı tərsə bir misrə yazıbdır. Sonra yenə düzün yazıb gedibdir. Bu nə deməkdir? Əlbəttə, buna da bir xətt çəkibdir. Yəni, zahirən tərsə yazmağının şərti budur ki, burada bir şeyi düz yazmayıbdır. Nuxtəli ilə gedibdir, onu tərsə üstə yazıbdır ki, kitabın qırağında yazmasın, kitabın mətnində yazsın. Bu kitab çox önəmlidir. Buna görə ki, bu hər kəlmənin başı üstə bir xətt qoyubdur. Qırmızı xətt çəkibdir. Şeirdə çəkməyib. Zahirən şeirdə qırmızı xətt çəkdiyi, məsələn, hər misrədə bir dananın üstünə, bir kəlmənin üstünə, bir sözün üstünə xətt çəkibdir. Amma ondan qalan hər yerdə bu xətti görürük. Səfə PDF-də 39-cu vərəqdə Təmmətür Risalətül Ömriyyə 1134 deyə tarix qoyubdur. Tarix Təmmət Risalətəl Ömriyyə tarix 1134 Hicridə yazılıbdır. Sonra altında bir La ilahə illallah deyə bir cümləni Muhammed Rasulullah, La ilahə illallah Muhammed Rasulullah deyə bunu oxuyarıq əlbəttə. Səhifə 39, PDF-də 39. Burada yazım bir baləcə 39 yazım ki, qeydib bura baxaram, görüm ki, nədir. Burada deyir, ora qutardı, amma La ilahə illallahla, La ilahə illallah Muhammed Rasulullahla bir ayrı qonu başlanır, devam edir. Aynı səbk ilə, yəni tamam kəlmələrin başı üstə şeirdən qeyri
başı üstə tamamilə demək olar ki, %90-ın ən azından başı üstə xətt çəkib, qırmızı xətt və bu onların önəmliliğini göstərir. Amma nə qədər yəni bir yerdə bunu tozih verə. Kitabın sonunda təqribən yetişmişik son səhifəyə. Bəli. Son səhifədə də bir dənə möhür yenə də həman möhürü bura basıbdır Nəət-i Şərifdən sonra. Ən sonunda, kitabın ən son səfəsində ki, daha cildin də əksini salmayıbdır, bir dənə bir tarix yazıbdır ayrı midatla. Yəni bu kitabın mətninə heç ilgisi yoxdur. Bunu sonralar yazıbdır. Yazıb Məhəmməd Əli Əş-Şəhirbi Yazıcızadə ehtimalən ya yazıcı deyil. Yağınızadə ya Qənizadə ya belə zadə Məhəmməd ibn Əli Əş-Şəhirbi Əş-Şəhiri ya Təcinzadə belə bir şeydir. Oxuya bilmirəm. Qədənzadə belə bir şeydir. 1187-də də bu adam bu kitabı tarixləyibdir. Yəni biz kitabı oxuduq 1134-də bunun bir bölümü yazılıbdır. Burada burada üstə tarixini yazıbdır. Tamam, bu ikinci bir kitabında tarixinə baxaq. Burada yazıb ərəbcə yazıbdır. Mən ona diqqət eləmirdim. Tu əl yazı fərqli olduğu üçün ona diqqət elədim. Vəqəd vəqəl fərağu minər risaləteyn. İki risalədə birini dedik 39-cu səhifədə dəyişdi. Vəqəd vəqə fərağu min risaləteynil mərğubəteyn əl-mənsubəteyn ilə Şeyx İsmail. Deyir ki, bilmirik xətmən Şeyx İsmail yazıb ya yox. Amma ona nisbət veriblər ki, o yazıbdır. Əl-mənsub deyəndə əlbəttə yəni mütməindir. Mən bunu dedim. Amma mənsub kəlməsi özü yəni bunun içində şək var. 1.90. Qəd vəqəl fərağu minər risaləteynil mərğubəteyn. Mərğub risalələrdən. Əl-mənsubəteyn. Əliflam yəni bu ki doğrudur. Amma əl-mənsub özü yəni ki nisbət verilibdir. Yəni %100 mütməin deyirlər. Bunu nisbət veriblər. İlə Şeyx İsmail Haqqi əleyhir-rəhmə əl-məlikül qəviyyü ən yədil əbdil Allah rəhmətə əleyhir-rəhmətil məlikül qəviyyə ən yədi. Kim yazıbdır bunu? Yazanın da hər ikisini də istir deyə ki, o adam ki bunu nüsxəliyibdir. Nəssax və xəttat. Mən beləsi yazsam daha yaxşı olar. Çünki bu xəttat sözü çox önəmlidir. Min ən yədi Əbdülzəif əl-Qəlilül bizaə kəsirül kəlalə Məhəmməd ibn Əli Əş-Şəhir be Yağcizadə Məhəmməd ibn Əli məşhur be Yağcizadə. Tamam, bu adam bu kitabı nəssax budur. Bu nəssax bunu yazarın ömründən bir neçə il sonra 85 il orada, bu da 34 il. Bu da 50 il sonra bunu yazıbdır. Bir də bax oxuyaq buranı. وقد وقع الفراغ من الرسالتين المرغوبتين المنسوبتين إلى الشيخ إسماعيل حقي رحمه عليه الرحمة الملك القوي أن يد العبد الضعيف قليل البضاعة كثير الكلالة محمد بن علي الشهير بيغجيزاده جعله الله تعالى فارغ و آزاده في أولى و آخریه و غفر الله تعالی له و لوالدیه و لصاحب هذا الكتاب. Bu kitabı alanı da deyir. Və livalideyhi alanın dədənin nəsinə fi səfərül xeyri fil yevm. Səfər ayında. Hangi ayda yazıbdı? İndi bunu gərək burada bir şey vuraq, gətirək publisi əldə yazaq. Fi səfəri xeyri fil yevmi samini. Səfər ayının
Samini fil yevmi samin 8-ci gündə yevmil cümə ki cümləyə düşürmüş. Beynəs salateyn nahar və ikindi namaz arası min səneyi hangi ildə səb'ə və səmaninə və mə'ətə və əlif 1187-ci ildə min hicrəti mən ləhul izzu və şərəf Həzrəti Resulü sallallahu aleyhi və səlləmin tamam bu ili də nüsxə ili bunu da yazaq bura 1187 Hicri qəməridə də nüsxə yazılıb. Tamam, bu kitabı da yazdıq bura. Daha bundan izafi istəmirəm gedim bu şeyə. Qeydaq bu kitabın hər iki bölümündən, hərəsindən bir-iki səhifə oxuyaq. Çox önəmli bir kitabdır bu. Biraz bunu geçəldim. Bu da gözüm biraz rahat görsün. Haza kitabı tühfe-i ömriyyə li-Şeyx Haqqi rəhmətullah. Burada deyir ki, Şeyx Haqqinинdir. Amma orada deyir ki, əl-mənsubeyn. Mənsubdular buna. Bismillahirrahmanirrahim. Ya Rəbb şeirinə başlayır. Ya Rəbb kəmal-i sününə dal oldu hər nəhal. Var hər nəhal tazə də bin miveyi kəmal. Daim riyaz. İndi burada Bismillahirrahmanirrahimin hər üçünü də xət çəkmişdi. Allahın üstünə xət çəkməmişdi. Bismin Ər-Rəhman və Ər-Rəhimin üstünə xət çəkmişdi. Ya Rəbbin üstünə xət çəkibdi. Var hər nəhal onun üstünə, varın üstünə xət çəkibdi. İndi burada daimin. Daim riyaz-ı məşrəmətdə şükrətdür. Qəmz-i cəmalın etməcə gülğunçə al. Al qırmızı anlamındadır. Qul qunçə al. Qırmızı, qırmızıdan qırmızı, beləsi deyək. Qıpqırmızı. Simorğ xərməni kərəmün danetinidir. Simorğ xərməni kərəmün danetinidir. İrməz o qaf qudrətə idrak mürğibal. Hər bir şəfəqdə zahir olur şü'lə-i cəmal. Hər bir vərəqdə oqunur Allah-i Zülcəlal. Sultan-ı mülk-i bəxşi Süleyman sən əzim. Haqqi bu astanədə bir murçeyi misal. Haqqi öz adını burada gətirdiği üçün bunu yazan oldu. Çünki şeirin özün bu adam yazıbdır. Və bu ki, nəssaq dedik ki, kimdir? Məhəmməd ibn Əli Yaxtizadə adı ilə tanınan şəxs bu əsərin, yəni əsl əsəri ki, Haqqi öz əli ilə yazıb ki, onun üzündən yazıbdır. Neçə il sonra bunu da hesablayaq. Əvvəl bunu hesablayaq ki, bu kitab 1143-də yazılıbdır. 1134-cü ildə yazılsa, bundan çıxsaq 1447-ni çıxsaq, 313 il öncə bu kitab yazılıbdır. Yəni, rəhmətlik Haqqi Həzrətləri, Allah rəhmət eləsin, bunu yazıbdır. Amma ondan neçə il sonra, indi dedik ki, 1134-dən çıxsaq, 1187-ni çıxsaq, 53 il bu həzrətin, yəni Həzrəti Haqqi Həzrətlərinin yazdığı tarixdən sonra bu kitabı, bu Məhəmməd ibn Əli Yaxtizadə bunu yazıbdır. Əvvəl tohiddən başlayır. Tohid lüğətdə 2 dəfə yazıb. Tohid bir qırmızı yazıb, sonra başlayıbdır, davam eləyəndə deyib, tohid lüğətdə bir nəsnənin vahid olduğunu bilib, ana görə birdir dəyi hökm etməkdir. Və istilahidə zat-ı ilahiyyəyi əfham və ohamın təsəvvür və təxəyyül etdiyi nəsnələrdən təcrid və bəlkə nisəb və əzafatdən təəriyə və vəhdəti həqiqiyyəsini isbatıdır. Zira tohid 3 vəch ilə təsəvvür olunur. Biri, la mə'budə illallahdır ki, mə'budi həqiqi isbatıdır ki, Allah Teala'dır.
və məbud batili nəfy edər. Və məbud batili nəfyidir ki, əsnam və əmsalidir və hər həvai nəfs olan nəsnə əsnam məquləsidir ki, nəfs insan ona ubudiyyət göstərir. Hətta və əcibni və əcnəbni və bəniyyə ən nə'budəl əsnam və əcnəbni və bəniyyə yazıb əlbəttə, bəniyyə ən nə'budəl əsnam ayəti, bu bir ayətdir deyir, amma və əcnəbni olacaqdır və bəniyyə olacaqdır, yəni balalarım. Nə'budəl əsnam ayəti təfsirində demişlərdir ki, əsnamdan murad nəqdeyndir. Nəqdeyn. 2 dana. Nəqd nə mənədir bilmirəm ki. Yəni altın və gümüşdür. O zaman nəqd bularmış. Diqqət buyurun, çox gözəl. Burada bir gözəl məni verdi. Vəcnibni və bünəyyə və bəniyyə ən nə'budəl əsnam ayətini təfsirində demişlərdir ki, əsnamdan murad nəqdeynidir. Yəni altın və gümüşdür. Və bu ikisi təxsis olunduğu xalqın meyli qalibinə binaəndir. Deyir ki, insanların meyli çox bunları istər. Bunları istədiyi üçün bunları vurublar ki, bu şeydir. Meyli qalibinə binaəndir. Zira amal dedikləri meyli nəfsidən ötürü. Zira amal arzular, diləklər. Amal dedikləri meyl nəfsidən ötürüdür. Diqqət, burada bəzi kəlmələrin üstünə də səsin qoyubdur. Məsələn, nəfy orada qoymuşdu. Burada ayənin fəqət o bəniyyə, onun fəqət səsin qoyubdu, bən üstünə səs qoyubdu. Məsələn, burada ikisi təxsis olunduğu yazılıbdır. Əlif var, bir də üstünə səs qoyubdur, o səsi. Məsələn, onu burada görürük. Binaən həmzənin üstünə 2 şey qoyubdur, onu görürük. Və burada nəfs sözünün üstünə nəf sözünün üstünə qoyubdur, ötürü. Daha demirəm bunları, üstünə bəzi kəlmələr düz oxunsun deyə onun səsin qoyulubdur. Ötürüdür. Və cümlədən ziyadə dirhəm, dərhəm deyil. Məsələn, bunu yazıb əslində d-ın altına səs qoyub. Dinar, d-ın da altına yenə bir səs qoyubdur. Yəni d. Dinar, dirhəm, dinara, meyl deyil, meyl bulunmaqla güya əzəm əsnam oldu, əzəm əsnam isə oldu. Əzəm əsnam isə müəzzəm hicabdır. Onun üçün dünyaya hicab kəsif zülmani dedilər. Onun üçün dünyaya hicabi kəsif zülmani dedilər. Kəsif burada qalin, yoğun, böyük demək anlamındadır. Kəsafət, çirk demək anlamına deyil. Kəsif zülmani dedilər. Zira ənva-i şəhəvat və əsnaf-i həvai müştəmildir ki, cümləsi səbəbi bü'düdür. Bü'd uzaqlıq. Bü'düdür, yəni nəfs və təbə görə əcəlsiz səbəb qurbüdür. Qurb yaxınlıqdır. Biz də şimdi ona qurbətən illallah, yəni Allaha yaxın olmaq üçün. Türkçəsi budur. Allahın əmrinə baxmaq üçün, Allaha yaxın olmaq üçün, Allahı görüb yaşamaq üçün. Ki cümləsi səbəbi bü'düdür, yəni nəfs və təbə görə əcəlsiz səbəb qurbüdür, qəlb və ruhə nisbətlə zira məkaşif olan bu əşyada əsma-i ilahiyyə mütaliə edər və əsmadən müsəmmaya intiqal eylər. İndi burada çox zalib mənilər işlədir. Mən bunların bir çoxunu bilmirəm. Amma burada bəzisini biraz düşünə bilirəm. Deyir ki, məsələn, əsmadən müsəmmaya. Məsələn, Məhəmməd nə deməkdir? Bu addır.
Ad bir adamın adıdır. Amma müsəmması nədir? Yəni bunun içindəki o anlam nədir? Nəyi bu mim, he, me, dal, Məhəmməd? Bu ad, bu yazı ki 4 hərfdən Məhəmməd 4 hərfdən ibarətdir. 3 hərfdən də. Çünki bir Məhəmməd, bir də mimdir, bir də daldır da Məhəmməd. 2 hərfdən ibarətdir Məhəmməd. Bu 2 hərfdən yazılan 4 hərfli bir ad adam adıdır. Amma bunun içində mənası olan o məna, o müsəmma nədir? Məhəmmədi indi biz burada gedək PDF-dən soruşaq, görək ki, Məhəmməd sözünün müsəmması nədir? Aynı sorunu mən burada sorum. Məhəmməd yəni tərif olunmuş, həmd olunmuş, tavsif olunmuş, bəyənilmiş belə. Məhəmməd sözünün mənası və müsəmması bu lüğəvi baxımdan həm də irfani və fəlsəfi baxımdan çox dərin məzmunlara malikdir. Sizin kimi klasik mətnlərlə məşğul olan bir şəxs üçün bu şərh faydalı ola bilir. Lüğəvi mənası, əvvəl görək ki, mənası nədir? Lüğətdə, ərəb nədir? Məhəmməd kəlməsi 3 hərfdən imiş. Mən demişəm 2 hərf H-yi görməmişəm. Zehnimdə baxırdım, görməmişəm. Məhəmməd kəlməsi ərəb dilində mim, he, mim, dal həmd sözü kökündən götürülüb və təfil babında ismi məf'uldur. Mənası çox sitayiş olunmuş, dəfələrlə təriflənmiş, dedik tərif, bənzətmək, gözəllətmək və hər cür gözəl sifətlərə layiq görülmüş deməkdir. Bunu mən gözəlliyi dedim. Fərq. Hamid tərif edəndir. Məhmud tərif olunandır. Amma Məhəmməd o kəsdir ki, onun təriflənməsi və yaxışıqlığı mükərrər və daimidir. Yaxşılığı Məhəmməd bəs o adamdır ki, indi bunun müsəmması nədir? Yaxşılıq, daimi yaxşılıq. Məhəmməd yəni daimi yaxşılıq edən bir adam, daimi tərif olunmuş bir adam, daimi sevinmiş bir adam, daimi gözəl bir şeydir. Müsəmma, həqiqi müsəmması İslami açıdan, müsəlmanlar açısından, İslam açısından yox, İslam açısı yoxdur. Bu kəlmənin müsəmmayı həqiqisi İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafa sallallahu aleyhi və səlləmdir. Müsəmması kimdir? Həzrət Məhəmməddir. Yəni, hər uşağın ki, adını qoyurlar Məhəmməd, Türkiyəlilər burada çox böyük bir iş görürlər. Məhəmməd adın uşaqlarını qoymurlar. Bizim Təbrizdə Məmməd deyirlər, Məmməd. Bunlar da Məhməd deyirlər. D, ta çevirirlər. Əlbəttə, Türkdə də çevirilir daimən. D, ta, t, da çevirilir. Amma beləliklə o Məhməd deməklə o təşdidi mimin üstündən, ortaki mimin üstündən götürməklə Həzrət Məhəmməddən ki, müsəmma odur, ondan çıxadırlar. İndi, pəs bir dənə lüğəvi mənası var, bir də bu adın Həzrət Məhəmməd mənası var. Həzrət Məhəmməd kimdir? İndi bunu gərək daşınaq. Müsəmma budur. Bu, bizim inandığımıza görə ən düz danışan insandır. Ən əmanətdar insandır. Allahın bəyəndiyi, güvəndiyi, onun vasitəsilə Allahın düşüncələrin və anlayışların, qanunların bizə gətirəndir. Belə bir müsəmma budur. Amma Məhəmməd özü adam olaraq deyil, Məhəmmədlik adam olaraq. Yəni, Məhəmməd bir insandır, öldü getdi. Amma Məhəmmədlik, yəni onun o Məhəmmədin anlamı hala diridir. 1447 ildən sonra hala 1447 il bundan öncədən, hətta ondan da öncədən, yəni yaxşı 10 ildə ondan qabaq ya 12 ildə ondan qabaq Məkkədə yaşayıbdı. O dövrədən Məhəmməd diridir, hala diridir. Müsəmma buna deyir. Daha bunu İrfani, sizin baxdığınız Xacəzadə, Müslihiddin və ya o dövrün kəlam bəhslərində Məhəmməd sözünün müsəmması sırf bir şəxsiyyət deyil. Bəlkə həqiqət-i Məhəmmədiyyə və o
üzərindən izah olunur. Əvvəlin məxluq, irfan əhlinə görə kainatda yaranan ilk nuri həqiqi Məhəmməd nurudur. Yəni ilk və hər şey ondan yayılıb. Çünki bunu neçə dəfə oxumuşuq, ona görə demədim. Yəni camiyyət. O bütün əsma-i ilahinin məzhəri kamilidir. Sizin baxdığınız mən tamam bunu qoyaq qalsın burada. Lolauke ləma xalaqtul əflak hədisi də ki, bu o Həzrət Məhəmmədin Məhəmmədlığın göstərir. Hara gəlmişdik, yetişmişdik. Burada o bəli. Gəldik, yetişdik bura ki, əsmadən müsəmmaya intiqal eylər. Yəni insanlar, biz deyirik, dedik, bunu dəfələrcə mən demişəm, biz deyirik Azərbaycan. Azərbaycan bir addır. Zahirən bir torpaq adıdır. Amma bu Azərbaycanın içində nə var? Yəni bu Azərbaycan nəyə Azərbaycan biz deyirik? Acaba bir tişə torpağa deyirik ki, İran işğalındadır, ya bir torpağa deyirik ki, 2 bölünübdür, ya bir torpağa deyirik ki, 3-4 bölünübdür, birazı Əraqdadır, birazı indiki Türkiyədədir, birazı Azərbaycan Cumhuriyyətindədir, birazı Gürcüstandadır, birazı Rusiyədədir, birazı nə bilim Farsistandadır. Acaba buna deyirik Azərbaycan? Yoxsa Azərbaycan bir tarixi var, bir ənənəsi var, bir düşüncəsi var, bir anlayışı var, bir toplumları var, topluluqları var, bir yaşamları var, bir tarix savaşlar keçirdib, bir barışlar keçirdib, bir eşqləri təcrübə eləyiblər, bir ölümləri təcrübə eləyiblər, bir doğuşları təcrübə eləyiblər, bir zəlzələləri təcrübə eləyiblər, bir yıxınışları, bir tikilişləri, bir qabzanışları, bir hökumətləri, bir aradan getməyi, bir müstəmirə işğal olmağı, bir işğaldan qurtarmağı, bir işğal eləməyi, bir fəlsəfə, bir düşüncə, bir kitablar, bir hünərlər, bir incə sənətlər, memarlıqlar, nəqqaşlıqlar, şəhərsazlıqlar, su sistemi, yağış sistemi, gülçiçək sistemi, şeir sistemi, anlayış sistemi, duyğu sistemi, evlənmək sistemi, ərə getmək sistemi, ölmək sistemi, quyulamaq sistemi, dinlər sistemi. Azərbaycan bunların hamısıdır. Kitabxanaları ilə, qarət olan kitabları ilə bilə, ölənləri ilə, qalanları ilə, diriləri ilə, qorxaqları ilə, xainləri ilə, düşmənləri ilə, hamısı ilə birlikdə, yəni düşmənləri çıxsaq Azərbaycanın bir parçası yox olur. Bunun üçün çox gözəl bir söz deyir ki, ruh ilə nisbət. Zira məkaşif olan, yəni kəşf olan, aydın olan bizə Azərbaycan sözündən nə düşünürük? Urmu gölünün sulu və susuzlu vaxtı Azərbaycandır. Yəni siz Urmu gölünü Azərbaycandan götürsəz ki, İran nəqşələrdən götürür, Azərbaycan yox oldu. Azərbaycanın naqis oldu. Elə bir ki, qıçın kəssiz götürdünüz, atdınız, ya qəlbin çıxartdınız, atdınız, ya gözlərini çıxartdınız, atdınız. Məkaşif olan bir əşyada əsma ilahiyyə mütaliə edər və əsmadan müsəmmaya intiqal eylər, pəs seyr etdiyi əsər həq olur. Bu seyr etdiyi addan getdik, bu adın içində mənası nədir? Ona kitab, məsələn, Töhfə-i Ömriyyə nə deməkdir? Töhfə-i Ömriyyə bir kitabın adıdır. Amma bu kitabın içində yazılan tək-tək sözlər Töhfə-i Ömriyyə dediyimizdir. Yəni, əgər bu sözlərin bir cümləsini buradan götürsək, qoysaq kənara, Töhfə-i Ömriyyə naqis olur. Bu qədər. Seyr etdiyi əsər haqq olur ki, ayini təbir olunur. Ayinə təbir olunur. Ayna nə deməkdir? Əlbəttə, aynada bir işgal var, amma beləsə, hər halda misal olaraq bunu vurublar. Ayrı bir şey görmərik. Özümüzü görərik. Hətta aynanı belə görmərik. Biz aynanın üstündə toz otursa onu görmərik. O zaman tozu görərik ki, özümüzə baxmayaq aynada. Toza baxaq. Toz axtaranda aynada ki, tozu silaq, biz özümüzü görmərik. O zaman ki, özümüzə diqqət edirik, aynanı görmərik, tozu görmərik.
Əlbəttə ayna bizi tərsə göstərir. Düzdür, bizi göstərir. Amma mən sağ gözümə məsələn baxacağam, məsələn deyək düşüb əl vuranda heç ha, əl vuranda görürəm ki, budur. Amma mən burada buna vururam, orada əlbəttə bu birisində şeydir, onda şey olur. Kamerada indi bunu gərək beləsi görə. Çünki mənə baxır. Mənə baxdığı üçün gərək bu beləsi dönə. Amma indi mən doğru göstərir. Yəni ələ mən əlimi bura qoyuram, orada da bunu görürəm. Əlbəttə tərsə görürəm. Yəni mənim burada sağ əlimdə, amma orada sol tərəfim görünür. Aynada belə bir şey var. Yəni sağı sol göstərmək var ki, mən burada da əlim videoda görürük. Mənim sağ tərəfim burada, amma orada sol tərəfdə görünür. Belə görürəm. Belə dönübdür da. Yəni dönsə o cür olacaqdır. Amma gələk bura. Təbir olunur. Yoxsa hicab olmaz. Biz o aynaları anlasaq, yəni ayna deməyək. O adın için anlasaq, orada da hicab olmaz. Hicab gedər. Hicab nə deməkdir? Hicab hər bir şey ki mane olur, biz o anlamı, müsəmmanı doğru anlamayaq. Məsələn, Urmu gölünün qurulmasını görsək, desək ki, görməsək Urmu gölünü Azərbaycan içində, Güney Azərbaycandan danışıram. Dedim ki, Azərbaycanın bir qisməti Rusiyadadır, bir qisməti Gürcüstandadır, bir qisməti bugünkü Türkiyəmizdədir, bir qisməti İran, bugünkü İrandadır, bir qisməti bugünkü Əraqdadır. Bu cür bir məmləkətin harasını görməsəz siz nə olacaqdır? Hicab olacaqdır. Ya bir yerə yapışıb orada qalasınız, o birisiləri görməyəsiniz. Cində hicab olacaqdır. Hicab olmaz zira ayinə zahir olan surətə pərdə dəcildir. Əl-mühərrirə. Mühərrirə, yəni mühərrir yazan. Kim yazıbdır? Bir şeir yazıbdır. Cəmal haqqə ayinə olubdur cümləyi əşya. Hər şey ki yer üzündə görürük Allahın aynasıdır. Əgər çeşmi dilün açıq isə seyr etsən sən ya. Dillərə mərifət güya sədəfdə dürr mərcandır. Dillərə mərifət güya sədəfdə dürr mərcandır. Gəhi sakin olur, gahi nədəndir kim taşar dərya. Taşar daşmaq. Bilirsən ani, bulursən ani, görməzsən, görərsən ani, bilməzsən. Bilirsən ani, görməzsən. Görərsən ani, bilməzsən. Dedim, aynanı misal vurdum. Burada o aynanı dəqiqən deyir. Bilirsən ani, indi özümüzü burada baxsaq, özümüzü bilsək aynada. Görməzsən, aynanı görməzsən. Görərsən ani, aynanı görsən, bilməzsən ani, özünü bilməzsən. Bu bir dənə çox sadə, çox gözəl bir misalla. Sənə əma desə gözlü demək midir? Dürüst aya. Sənə əma desə gözlü, sənin gözün olaraq, sənə əma desə kör, sənə əma desə gözlü, gözlü decil midir? Gözlü decil midir dürüst aya? Sənə əma desə gözlü, decil midir dürüst aya? Yürü tiğ riyazətlə bu nəfsi mürdə qıl ey can. Yürü tiğ riyazətlə bu nəfsi mürdə qıl ey can. Şuhud-i haqq isə məqsudun eylə qəlbini ihya. Bu tevhid müqəddəm həqiqa. Bu tevhidi müqəddəm həqqiya qəlbində rasix qıl. Özünə dua elədi əvvəl. Bu tevhidi müqəddəm haqq hər şeydən öncə həqqiya qəlbində rasix qıl. Dəmi axirdə vardır çün bilirsən fitneyi məhya. Tamam, tevhidi devam edir. Oxusaq bu çox gözəl bir kitabdır. Kitab 39-cu səhifədən yazmışdıq. Görək ki 39-cu səhifədə nə cür qutarır və nə cür o birisi kitab başlayır. Tamam. Bunun
O 39-cu səhifə 2 yerə bölünübdür. Birinci səhifəsinin əvvəl o üstdəki o birisi kitabdan Ömrüyyəni oxuyaq, sonra gələk bura görək. Bu təlif həqaiqdən məşhun ehtimalən elə çox gözəl bir yerdə. Burada bir gözəl şey gəlibdi. Deyir ki, axir aqibəti xeyr ilə və həmdülillah Teala 1134 sənəsində özü yazıb kitabın içində. Yaxşı ki, gəldik daldan oxuduq. Gediq duaları biraz da oxuyaq. Duaların biz də bir amin deyək da. Əlbəttə kitabın sonunda tətimmə yazıbdır. O tətimmə 2 səfərlik bir yazıdır. Bilmirəm, əcəba oxuyayım yoxsa oxuyayım. Neyniyəcək ki? Uzun olar da. Məlum ola ki, tətimməyə yetişdik. Məlum ola ki, bu aləmin ibtidasına heç kimsənin əqli erişməmişdir. Əgərçə hadisdir, hətta İdris əleyhissalamdan sual olunduqda biz ki nəbiyiz və bu qədər elmə malikiz, böyle ikən yenə ibtidai hudusi bilməziz demişdir. Və axir dünyadakı böylədir. Zira ki beylədir, mən oxuram. Beylədir zira əgərçi əşrat-ı saat, əşərat deyil ha, əşratdır. Şərt kimi yazıldı. Əşrat-ı saat təyin olunmuşdur. Deyir ki, ya bəlli olubdur ki, bir saatlar qoyublar, amma nə deməkdir əşrat? Əşrat-ı saat mənası nədir? Bu cəlib bir istilahdır. Mən bunu əşrat dəstəli teynən saat. Nə deməkdir? Əşrat-ı saat 2 kəlmədən təşkil olunub. Əşrat şərt kəlməsinin cəmi olaraq nişanələr mənasındadır. Və saat qiyamət günü, yəni lüğətdə qiyamətin nişanələri deməkdir. İkisi birlikdə. Əşrat-ı klasik İslam fəlsəfəsində, müsəlmanlar fəlsəfəsində, İslam fəlsəfəsi yoxdur. Kəlam elmində və xüsusən sizin maraqlandığınız o dövrün manuskriptlərində bu mövzu iki böyük qismə bölünür. Əşrat-ı suğra, kiçik nişanələr. Bunlar qiyamətin qopmasından uzun müddət əvvəl baş verən ictimai, əxlaqi və dini dəyişikliklərdir. Örnək üçün elmi və cəhalətin yerinin dəyişməsi. Elmi və cəhalətin yeri dəyişməsi. Əmanətdarlığın azalması, böyük binaların tikilməsi ki, qədim mətnlərdə tətavülü fil bünyan kimi keçər. Əşrat-ı kübra, böyük nişanələr. Bunlar qiyamətin çox yaxın olduğunu göstərən böyük kövn cahan, universal hadisələrdir. Məşhur məktub qaynaqlarda bunların sayı ümumiyyətlə 10 olaraq qeyd olur. Dəccalın zuhur etməsi, Həzrəti İsa'nın göydən inməsi, Yəcuc və Məcucun çıxması, Dabbətül ərzeyn görünməsi, günəşin məğribdən doğması, duman, duxan, tüstü yəni və böyük yer titrəməsi bunlar onlardandır. Hər halda belə bir şey ilə davam edir. Daha bunu, o əşərat bu ondanaya işarət etmiş. Tamam. Tətimmə, məlum ola ki, bu aləmin ibtidasına heç kimsənin əqli erişməmişdir. Əgərçə hadisdir, hətta İdris əleyhissalamdan sual olunduqda biz ki nəbiyiz və bu qədər elmə malikiz, böyle ikən yenə ibtidai hudusi bilməziz demişdir. Və axir dünyadakı böylədir, zira əgərçə əşrat-ı saat, o ondananı bildikdə indi saat təyin olunmuşdur. Fəəmmə qiyamət kübranın, nun deyil, kübranın vəqti müəyyəni məzhuludur. Ariflərin qiyaməti suğraləri gibi. Bu cəhətdən arifə gərəkdir ki, İbnül vəqt ola. Yəni, hökmi vəqt nə isə ana şuğul tam göstərə və mazi və müstəqbəl mülahizəsindən sadə dil ola və çeşmi bəsirətin iğmaz edə ta ki vəqt mərhuni gəldikdə hökm ilahi nə isə zuhurə gələ. Zira hər nəsnə ki
müəccəldir. Müəccəl əcəlli, vaxtli, vaxt sabiqi, bir vaxtda müəyyən bir vaxtda. Məsələn, insan müəccəldir, yəni ölümcüldür. Belə desək yaxşıdır. Hər nəsnə müəccəldir, əcəli rəsidə olduqda dəftəri vücudi mütəvva olur və xatəm tamam ilə xətm bulur. Və xatəm tamam ilə xətm bulur. Hətta Quran-ı Əzimidə bayi ilə bəd olunub. Bayi ilə bəd olunub. Sinin sin ilə ixtam erişdi. Sin ilə ba ilə b hərfi ilə, ba ilə bismillah məsələn ehtimalən beləsi deyir. Ba ilə bəd olunub, yəni başlanıbdır. Sin ilə ixtitama erişdi. Zira ba müvəhhədə ibtidai vücuda mümkündür. Vücudi mümkündür ki nöqteyi əhədiyyət ilə təmiz bulmuşdur və sin ki ədəddə 60'dur. Sin özü də ba dediğiniz şeyde nöqteyi əhədiyyət ilə. Ba müvəhhidə ibtidai vücuda mümkündür ki nöqteyi əhədiyyət ilə təmiz bulmuşdur və sin ki ədəddə 60'dır. Əbcəd üzü ilə bunu deyir. 60'dır. Kəmal ömr insaniyə Muhammediyyət rəmzidir. Rəmz edər. Kəmal ömr insaniyeyi Muhammediyyə rəmz edər. Zira bu ümmət-i mərhumənin əcəli mabeyni əs-sittinə və səb'inədədir ki 60-70 arasında deyir ölərlər ki Ərəb ana dəqaqətur riqab der. Pəs sünbili vücud ki axiri daniyi əyyamın rizan edib çubi cəsəd üzərinə qalıb balaxərə rəngi duyi xəzan olacaqdır. Və çərx anın çeşminə نیل کبودی فنا çəkib dünyadan bir bəsər qalacaqdır. Ayrıkindən nərcis gibi gözən aça. Gözün açmaq, gözün olacaqdır. Bu şey düşübdür, kimi düşüb ama gözün olacaqdır. Nərcis gibi gözün aça və bülbül-i qudsi olub aşiyanəyi bi bəqadən köçə. Aşiyanəyi bi bəqadən köçə və varub murğuzar lahutidə cam ləbriz feyz içə. Burada bir şey yazıb oxuya bilmirəm. Lil muharrir olacaqdır. Li muharrirə. Müharrir, yəni yazan belə bir şey deyib. Şeirdir ehtimalən. Ya ilahi, gələcək vaxtı əcəl, axəru afiyəti xeyr eylə. Lütfünlə eylə dil-i cani məhəl, axirə aqibəti xeyr eylə. Arzuyi dirazımız budur. Hər gecə sözü sazımız budur. Ta əzəldən dünya niyazımız budur. Axəru aqibəti xeyr eylə. Əzəli olmasa kişi məsud, oləmi aqibətdə məhmud, ey kərim-u rəhim-u hayy-u vədud, axər-u aqibəti xeyr elə. İşte gəldün gedəriz aləmdən. İşte gəldük gedəriz aləmdən. Nolə qan ağlasaq axər dəmdən. Bizi sən qurtar ilahi qəmdən. Axər aqibəti xeyr elə. Aldı axir dörünümüz əfkar, dərunümüz əfkar. Eylədi canimizə mehnət kar. Ağlayıb deyər bu haqqi naçar. Axər aqibəti xeyr elə. Bihəmdüllah Teala 1134 sənəsi müştəmil olduğu Mah-i Cəmadül Axərinin 10
5-ci ruzi pəncişənbə bu töhfə-i cəliliyyə ömriyə 5 gündə xami səbük seyr Şeyx İsmail Həqqidən bəldə-i Üsküdar'da cari və səfhə-i beyza-i levh-i asayə sari olub Şirazi bənd təkmil oldu. Tarixin dedi, yerin dedi, yazanı da dedi. Tarix cuma axşamı imiş. Cəmadül Axərin 15-ci günü imiş. Kitab Töhfə-i Ömriyə 5 gün içində yazılıb. Xamə-i Şeyx İsmail Həqqi Əli ilə yazılıb 5 gündə. Bəldə-i Üsküdar'da, bu günləri bir məhəllədir, bir böyük bölgədir Üsküdar İstanbulda. Orada yazılıb və xətm-i xitam buldu. Bu təəlif həqaiq məşhun və bu təsnif məarif məqruni həftədən کمتر زمانده توفیقت چمن آرای جهان هزار حمد و ثنا و روزه فردوس نشان مصطفی صلی الله تعالی علیه و سلم بسیار صلوات و بیشمار دعا و آل کرام و اصحاب ذل احترام درود بی انتها ورد زبان حال و حزبی معزف اللسان مقال olduğu bir iştibahdır. Tarihi kitap yine de به نظم شیرین و بحری جوهرین چی عبارت از حروف منقوطه است. Burada kitaba yine bir tarih yazır ama deyir ki bunu neyle diyeceğim? Əbcəd hərfi ilə deyəcəyim sizə. Əbcəd ilə. İrdi əncamə töhfə-i ömri kitabın adı. Bətai əhəd bi lütfi səməd. بعطای احد به لطف صمد dedi حقی bu harfi cevheri dar ile ya Rab eserim xeyri ebed temmetür risaletül ömriye 1134'ü de yazdı tamamlıkla beləliklə dedi haqqi bir bu ehtimalen alt üstüne xətt çəkdiyi üçün eylə ya Rab bu da ehtimalen cəm bağladı. Bunların ikisindən olduğu 1134-cü ildə Ömriyə kitabı qutardı. Biz buradan bu kitabı oxuduq. Amma indi bu Ömriyənin 2-ci bölümü varmış. Ki mən bunu buradan bir xətt çəkim aparım səhifənin arxasına. Bu əlif imiş. İndi B bölümünə keçək və B bölümündə bu kitabın adını yazaq. Ad La ilahe illallah Muhammed Resulullah. Buradan çox oxumayacağam çünki nəzərimə gəlir ki azaldırıq 3 saat olsun. Bəli 2 saat yarım oldu. Ona görə biraz az oxuyacağam amma sürətlə oxuyayım gedək. Kitabın adı ehtimalən La ilahe illallah Muhammed Resulullah'dır. Ehtimal verirəm ki kitabın adı bu olacaq. Ey saliki arif və ey maliki milki məarif kəlmə-i tevhidin ləfz və mənasında olan əsrar-ı kəsirə və surət-u həqiqətində olan həqaiq-i vəfirəyə əşcar əqlam və bihar midad və təbəqat ərz-u səma əvraq olsa və vəfa etməz və yalnız ömrü Adəm dəcül bəlkə bütün müddət aləmdə təhrir olunsa gayətə yetib bitməz. Hər arif ondan zövqi qədər, zövq dadmaq, zövqi qədər, daddığı qədər feyziyab olur və hər salik anın mənazilindən payinə görə pay səhm, mənim payım, sənin payın payinə görə məqam bulur və əsl tevhid əql əvvəldən sadir olması və Məhəmməd Resulullah təşrif ilahi təriqi ilə zuhur bulmuşdur. Əgərsə fil həqiqə ikisi dəxi sirri əzəlidir. Kitabın adı La ilahe illallah Muhammed Resulullah'dır. La ilahe illallah Muhammed Resulullah.
yazar Şeyx Haqqi cənabları. Muhammed Rasulullah təşrif ilahi təriqi ilə zuhur bulmuşdur. Əgərçə fil həqiqət ikisi dəfi sirri əzəlidir. Zira Qur'an'da məzkurdur. Qur'an'da məzkurdur. Zira Qur'an isə kəlamullahıdır ki, eynil cəm'idən nuzul edib, eynül cəm'idən, bu bir dənə istilahdır, mən bilmirəm nə deməkdir. İstəmirəm də gedəm onu axtaram, tapam, çünki axtarsa tapsa dahi çox olacaqdır. Eynül cəm'idən nuzul edib, kəsve-i ərəbiyyətlə, kəsvə yəni paltar, ərəbiyyət dili onun paltarıdır, Qur'anın paltarıdır, mənasıdır. Qur'an bir ismidir. Müsəmması onun içində yazılanlar və yazıların hər birinin içində olan anlamlardan ibarətdir. Yəni Qur'anı zahiri görsək kəlmələrdən ibarətdir. Ərəb dilində bir də kəlmələrdir. Amma müsəmması fəqət yazılar deyil. Yəni 32 hərfi ilə yazılan ya 28 hərfi ilə yazılan şey deyil. Əlifbadan ibarət deyil. Bəlkə hər kəlmənin içində və hər kəlmənin o birisi kəlmə ilə olgusu ilgiləri və bütünlükdə bir ilgi yaratdığı bir varlıqdır. Qur'an'da məzkurdur. Qur'an isə kəlamullahıdır ki, eynil cəm'idən nuzul edib, kəsve-i ərəbiyyətlə iktisa etmişdir və kəlam-ı ilahi qədim və qeyri məxluqdur. Və ol məqamidə, yəni zat-ı bəhtidə kəlam, mütəkəllimin və sifət mevsufun eynidir. Bir də bunu oxuyayım. Ol məqamidə, yəni zat bəhtidə, bəhsidə olacaq ehtimalə, ya zat bəhtidə kəlam mütəkəllimin və sifət mevsufun və sifət mevsufun eynidir. Sifət mevsuf. Mevsuf deyək ki, bu qələm. Sifəti nədir? Boyu, rəngi, arıqlığı, qalınlığı, rəhlərinin modeli, bu bunun sifətləridir. Mevsuf nə demək? Bu qələmdir. Biz bu qələmin haqqında hər nə desək, bu sifətlərlə deyirik. Bu sifətlər nədir? Bu qələmdir. Bu qələmdən bu boyu götürsək, bu yoğunluğu götürsək, bu rəngi götürsək, bu şəkli götürsək, qələm yoxdur ortada. Ol məqamidə, yəni zat bəhddə kəlam mütəkəllimin və sifət mevsufun eynidir. Həm mütəkəllim, həm sifət, həm mevsufun özləri birdir. Yəni bu üçdür. Mən adım İnsaf Əli. Bir sifətlər var. Baş, göz, uzun, burun, sin, hər şey deyirik. Bunlar nəyi? Mən mevsufam, məni təsvir edir. Və mən danışanam. Amma hamımız birik. Məndən bu vəznimi çıxsaq, boyumu çıxsaq, rəngimi çıxsaq, tükümü çıxsaq, keçəlliyimi çıxsaq, əli bu harası qalar ki, yox olar, gedər yəni. Onun üçün təksir qudəma lazım gəlməz. Və şunlə təəlluqatdır eyni xaricidə vaqe olmuşdur. Çox getdi fəlsəfi bəhslərə, buradan gedək çox ağırdır. Bu müsəlmanlar yaratdığı fəlsəfədən burada danışırıq. Fəlsəfə deyil.
bu müsəlmanlar gəldik səfənin sonuna. Sonda 4 səhifə şeir yazıbdı. Mən bu 4 səhifənin 2 səhifəsini oxuyum, qutaraq. 3 səhifəsini oxumalıyım əslində. Çünki burada şey olubdu. Şeir beləsidir. Əcəba burada bir şey yazıbmı kitabın haqqında? Buna bir baxım. Qiyamət-i Suğra ki orada oxuduq. Qiyamət-i Suğra, Qiyamət-i Kubra hamısı burada görürük bunları. Amma istəyirəm görüm bir tarix yazıb ya yox. Qabi Qovseyn və bu cür bir şeylər burada. Çox cəlib bir kitabdır. Xülasə və çox gözəl oxumalı bir şeydir. Eyzən yəhtacu iləyhi kulli xəlifətun فهذه 5 أسماء بقائية والمجموع 12 التي هي أصول الأسماء التي يحصيها الجلوتية بالجيم وفروعها تنتهى إلى حد معلوم من وجه ولا نهاية لها ولا نهاية لها من وجه آخر إذا لا غاية لله تعالى ولصفاته الكمالية من العلم والقدرة ونحوهما فاحفظ هذه الجملة تنتفع بها المحرر. Tamam, burada ərəbcə bir uzun cümlələr dedi. Diqqət eləmədim, oxumadım. Ya oxudum amma diqqət eləmədim. Çox ağır cümlələrdir. Anlamağa biraz yaxınlaşıram amma doğrusunu desək bu qismə anlamaq üçün bu 96 səhifəni oxumalıyıq. İstəyək bu balaca cümləni anlayaq. 96 səhifəni oxumalıyıq. Əl-Muharrirə bir şeirlə nəzm eyləmək silki bəyanə cühərim var. Dəryayı məarifdən alınmış dürərim var. Ovsaf-ı xudadən yazılıbdır necə dəftər. Əsma ilahiyyədə 100.000 əsərim var. Çün verdi xuda bu qələmi dəstimə axər. Dərsim nöl əvvəldən ola əlvəh üzərə əlvəh cəmdə əlvəh yazıbdır. Ülvəh üzərə yerim var. Bir çeşmə dürür mərifətim ab-ı həyati. Bir çeşmə dürür mərifətim ab-ı həyati. Gər eyni cəmidən sordur isən xəbərim var. Gər eyni cəmidən, orada da dedik eyni cəm işlətmişdik. Eyni cəmidən sorar isən xəbərim var. Haqq gördü bana ismini ol, haqq dedi haqqi. Haqq gördü bana ismini ol, haqq dedi haqqi. Bu yüzdən əfəndi ana daim nəzərim var. Burada qutardı, Haqqinin bir şeiri qutardı. İkinci şeirə getiririk. Bu gün olub xəzan bərci vücudun. Bu gün olub xəzan bərci vücudun. Bəhar ömrünü soldurursan gərək. Laləvəş kəslüb bənim qeydün. Laləvəş kəslüb bənim qəpudən. Laləvəş kəsilib bənim qəpudən. Otağı aləmdən qaldırsan gərək. Otağı aləmdən qaldırsan gərək. Tavus olub turmə colan qılırkən. Bülbül kimi nəfəs verib alırkən. Vücudun təhdinə sultan olurkən. Dövlətin əlindən aldırsan gərək. Nədir anladınmı bu cahan bağı? Nədir anladınmı bu cahan bağı? Dərdimənd insana bir ayaq bağı. Zərrin qədəh kimi alıb ayağı. Peymanə ömrü toldursan gərək. Peymanə ömrü toldursan gərək. Haqq ya qafilə getdil əl-əcəl. Haqq ya qafilə getdi əl-əcəl.
sana da yol verə Haqqı Əzzə və Cəll, dərya kimi gəlib bürüyüb əcəl, dərya gibi gəlib bürüyüb əcəl, təninin qəbr içinə taldırsan gərək. Burada da qutardı. Üçüncü şeiri oxuyuruq. Nə'ti şərif Həzrət Rəsul haqqında. Yüzündür okunur səb-i məsani ya Resulallah. Yüzündür okunur səb-i məsani ya Resulallah. Sözündən həll olur əqdi məani ya Resulallah. Sədəf var oldu aləm anda sən dürr yetim oldun. Sədəf var oldu aləm anda sən dürr yetim oldun. Bulunmaz aləm içdə sana sani ya Resulallah. Vücudun zat و əsma و sıfatə məzhər olmaqdır. Vücudun zat و əsma و sıfatə məzhər olmaqda. Cəhanda kimsənin yoxdur kəmani ya Resulallah. Çuman yazıb əlbəttə. Cəhanda kimsənin yoxdur cümani ya Resulallah. Sən ol nəfxi ilahisin ki səndən əxz olundu həb. Sən ol nəfxi ilahisən ki səndən əxz olundu həb. Qəmu ka məllər kamillərin ruhu rəvani ya Resulallah. Erişdir ruzi məhşər haqqi firdevs a'laya. Erişdir ruzi məhşər haqqi firdevs a'laya. Ayaqlarda qumə lütfü ilə ani ya Resulallah. Nə'ti şərif bir ayrı şeirə getiririk. Haqqının adını eşitdik, şeir orada qutardı. Ey Cənabi Zat-ı Mevlaya Habib, gül ruxundan aldı buyi əndəlib. Xəstə dillər çarə bulmazdı abilə. Xəstə dillər çarə bulmazdı abilə oxuram. Görək ki, nə olacaqdı? Olmasaydır dərdi uşşağa təbib. Ləblərin mərcan-ı güftarın dürər. Ləblərin mərcan-ı güftarın dürər. Ruhlərin güldür zənəxdanın seyb. Seyb yazıb. Cəddün İbrahim و İsmaildir. Həm həsib oldun cahan həm nəsib. Eyləsən gər Yusifə ərz-i cemal, çün Züleyxa olur idi dilfərib. Aşina ol haqqi biçarəyə. Aşina ol haqqi biçarəyə. Ruzi məhşərdə qumə ani qərib. Tamam, burada gene kitabın son bölümünü ki əvvəldə oxumuşduq, onu oxuyaq və qutaraq. Burada ikinci kitabında gene o tarixin burada yazır. Mən onu gene وقد وقع الفراغ من رسالتين المرغوبتين المنسوبتين إلى الشيخ İsmail Haqqi aleyhi rəhməti el-Məlikil Qəvi. Niyə burada deyibdik mənsubətin? Ondakı şairin özünün də adı var. İhtimal mən verirəm budur ki, Haqqi Həzrətləri bunu danışıb, amma orada dedi ki, mən yazmışam, özüm 5 gündə yazmışam. Beləsi bir şey var idi. Fakat فلق الفراغ من رسالتين المرغوبتين المنسوبتين إلى الشيخ إسماعيل حقي عليه الرحمة شيخ إسماعيل حقي عليه الرحمة الملك القوي أن يد العبد العزيز القليل البزاعة كثير الكلالة محمد بن علي الشهير بيغتي زاده جعله الله تعالى فارغا وآزاده في أولى وأخراده في أولى وأخراده Türkçe olup burası. Ve gafarallahu Teala lehu ve li valideyhi ve li sahibi hazel kitabi ve li valideyhi fi seferil hayr fi yevmil samini yevmil cum'a beyne salateyni min seneti
7 və 80 və 100 və əlif 1100 min hicretin mən ləhul izzu və şərəf 1187. Bəs yenə də bunun yazarı nəssaq və xəttat. Nəssaq və xəttat yazsaq daha yaxşıdır. Beləsi mən rahatlaşıram. Bunu yazan dedi ki, Ali ibn Muhammed ibn Ali el-məşhuri bi Yağcizadə nüsxə ili 1187 Hicri qəməri. Tamam, bu kitabı oxuduq. Beləliklə bu günləri əslində 3 kitabla tanış olduq. Allah Teala bizə bu minnət lütfi elədi və biz bu 3 kitabla tanış olduq. Məncə çox əla kitab. Yəni mən bunu da götürürəm o kitabların içinə qoyuram ki, Allah qismət elərsə bir adam bir fürsət taparsa bu kitabları oxumağı özümə fərz-i yəqin bilirəm. Tamam. Bu günləri 3 kitab oxuduq. Çox gözəl kitab, çox gözəl yazılmışlar. Xəttləri əla idi, əl yazı çox gözəl idi. Tarixləri də 500 ilə yaxın 455 il o yenci tarixin geçmişdi. Acaba Kristof Kolumb bu zaman özü var imiş ki, bu adam bu kitabı o zaman yazıbdı. Cəlibdir, yəni bunu axtarıb baxmalıdır. Görək ki, mən bunu yazım. Olmadı. Gedəcəm bunu yazam. Soruşum yəni. Acaba 900 dedik ki 91'də Sultan Murad var imiş. Bu da 900 neçədə yazmışdı kitabı? Aha, 991'də kitab yazıbdı. Acaba 991 Hicri'də Kristof Kolumb var mı idi? Elə bu qədər görək ki, ya həyatda eyni idi, belə yazsaydıq daha yaxşı oldu. Xeyr, 991 Hicri ilində Kristof Kolumb həyatda deyildi. Bu tarixlər arasında ciddi bir zaman fərqi var. Dəqiq tarixlərə baxsaq, Kristof Kolumb vəfatı 912'də olubdu. Yəni 1506 ildə baş veribdi. 991 Hicri'də, yəni 983 il sonra, hər halda onu bildik, 912, bizdə 991 arada bir hardasa 70 il ara var. Yəni sizin bəhs etdiyiniz Tarix Yeni Dünya kitabı yazılanda Kristof Kolumbun vəfatından 79 il geçmişdi. Tamam. O sorumuza da cavab tapdıq və beləliklə bu günü qutardıq. Çox gözəl bir gün idi. Mən ləzzət apardım. Umarım inşallah vətənimizə, millətimizə, türklərə, müsəlmanlara faydalı olar. Qeydaq özümüzü düşünək, özümüzü tanıyaq. Sağ olun, sağ olun.